Salam yoldaşlar, bugündən etibarən Güvən Test Bankı 1-ci, 2-ci qruplar olan hissəni başlayırıq izah eləməyə. İlk bölməmiz natural ədədlər. Haydi başlayaq. İlk sualımız, fikir verin, təklif sualıdır. Bu təklif suallarında nə isə əzbərləmək ehtiyac yoxdur. Biz çalışırıq ki, burada təkliflərin yerinə ədədlər qoyub düzgün olub olmadığını yoxlayaq. Məsələn, birinci varianta baxaq. 2 natural ədədin cəmi naturaldır. Həqiqətən 3-ün üstünə 5 gələndə 8 natural eləyir, nə bilim 2 plus 7. Bu birinci versiya düzdür. İkinci versiya 2 natural ədədin fərqi naturaldır. Bu həmişə düz deyil. Məsələn, 7-dən 2 çıxanda natural olur, amma kiçik ədəddən böyük ədəd çıxsam, məsələn 1-dən 9 çıxsam, axı -8 olur, natural olmur. Bu həmişə düz deyil. Bəzən düzdür, bəzən səhvdir. Yəni həmişə tutmayacaq. Üçüncü də 2 natural ədədin hasili naturaldır. Bəli, 3-ü 2-yə vuranda da natural olur. Nə bilim 7-ni 9-a da vuranda natural olur. Naturala vuranda həmişə naturaldır. Düzdür. Növbətçi 2 natural ədədin nisbəti naturaldır, səhvdir. Nisbət bölmə deməkdir. 8-i 2-yə bölə bilirsən, məsələn 4 yaza bilirsən, amma 7-ni məsələn 3-ə bölə bilmirsən. Belə baxanda 7 də naturaldır, 3 də naturaldır. Amma mən bunları bir-birinə bölə bilmirəm axı. Natural ədəd ala bilmirəm. Kəsirdə qalır, qalıqda qalır deyə. Bu düz olmur. Düzgün versiya doğru deyil, düzgün olmayan versiyalarımız oldu 2 ilə 4. Yəni Y variantı. Sonra keçək ikinci suala. Buranı təmizləyək. İkinci sualımızda deyir, rəqəmləri fərqli olan 3 rəqəmli ədədlərdən ən böyüyü. 3 rəqəmli ədədlərimiz hansılardır? 100-dən başlayır, düzdürmü? 101, 102 bu formada gedir. Ən böyüyü 999-dur, amma rəqəmləri fərqli dediyinə görə 999 yox, 9, 8, 7 götürsək daha yaxşıdır. 987 daha böyükdür. Deyir, bu ədədlərin ən böyüyü ilə ən kiçiyi. Ən kiçiyimiz də əslində 100-dür, amma 100-ün yenə rəqəmləri fərqli deyil deyə 2-dən 0 var deyə biz götürürük 1, 0, 2 formasında. Bunun rəqəmləri fərqlidir. Bunların da deyir bizə cəmini tapın. Toplayırıq 9, 8, 10. 1089, yəni Y variantı. Növbəti sualımıza keçək. Ədədində neçə 10 minlik var? Uşaqlar, bu 10 minlik, 100 minlik, tək minliyin qaydası nədir? Birinci gəlib yerini təyin edirik. Baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik tapdım ki, 3 olan yerdədir. Axırın həmişə silirik, həmin ədəddən əvvələ doğru götürür. Yəni 13 dənə 10 minliyi var imiş bunun. Əvvələ gedin, axıra yox. Növbətisində neçə dənə onluq var? Basayırsan, təklik, onluq. 5-də tapdım, arxasını sil. 5-dən əvvələ doğru götürsən. 2365 Y variantı. Yəni bunlar şifahi suallardır. 5-ci sualımıza keçid alaq. 5 dənədir. Qapalı ədədin açılışı. Demək, biz buradan nə görürük? B təkliyi, A onluğu göstərir. O zaman açılış belə olur. B vur 1, üzərinə gəlsin A vur 10. Məsələn, kənarda başqa bir şey yazsaq. ABC'nin açılışı olur. C vur 1, üstə gəlinsin B vur 10. Sonra A vur 100. Niyə? Bu təkliyi göstərir. Bu onluğu, bu da yüzlüyü. Hərəsi öz yerinə vurulur. Yəni, belə xüsusi bir əzbərləmək lazım deyil. Bərabərdir A plus 8B. Bunu da davamda tənlik həll eləmək üçün A'ları bir tərəfə, B'ləri bir tərəfə yığırıq. İşarəsində dəyişmə baş verəcək. Niyə? Bu bərabəri ortada bir körpü kimi düşünün. Burada olan nəsə yerin dəyişib sola ya sağa keçirsə, müsbətdirsə mənfi olur, mənfidirsə müsbət. Bir dənə işarə fərqinə baxın. Baxın, bizim A'mız hal-hazırda qabağında heç bir işarə yoxsa müsbət qəbul edirsən. Onda mən bunu sola atanda müsbət yox, mənfi kimi atacağım. 10 A yerində qalır, çıxılsın A yazırsan. Yəni ortadakı bərabərliyi saxlayırıq dedik, körpü rolundadır. Bu 1B-ni də bu biri tərəfə atanda yenə əks işarə ilə keçir. Baxın, o 8B onsuz da müsbətdir. Mənim ondan işim yoxdur, dəyişmirsən. İşimiz burada yerin dəyişəcəyimizdir. B-ni o biri tərəfə atıram. Hal-hazırda müsbətdir, amma əks işarə ilə çıx B kimi keçir. Bunu da hesablayanda 9A bərabər 7B və deyirik ki, ortada bərabər varsa heç bir rəqəm, heç bir hərf öz yanındakini götürmür. O biri tərəfi götürür. O tənasüb qaydasındandır da, əslində kənar hədlərin hasili, orta hədlərin hasilinə. A7-ni götürməlidir, B-də 9-u. Gəlib kənarda yazsan A7, B9. Əslində qanunla bunların yanına bir dənə K yazılmalıdır. 7K, 9K. Amma sən onsuz da K-ya birdən başqa bir qiymət verə bilmirsən. Niyə? K-ya məsələn 2 versən nə olur? Biri 14 olur, o biri 18, düzdür?
Belə bir qaydamız var ki, qapalı ədədin altına sən ancaq 0-dan 9-a qədər rəqəmlər yığa bilərsən. Bu şərtə fikir verin. 9-u ki açdı, demək ki, o qiymət düzgün qiymət deyil. Ona görə də K-yə 1 verəndə bunun A-sı 7, B-si 9 olar. A, B qiymətlərini tapırıq. Bizdən nə istəyir axırda? A ilə B-nin cəmi. Onda yazaq ki, A plus B-miz də olsun 16. Uzun ömür, can sağlığı. C variantı. Keçək növbəti sualımıza. 6 da eyni məntiqlə. Baxın, açılış lazımdır burada. A, B, C üzərində xət. 99A, 9B, üstə 9. Yenə bunu təkli onluq yüzlüyə görə açıram. C vur 1, üstə gəlinsin B vur 10, üzərinə gəlinsin A vur 100, bərabərdir 99A, üstə gəlinsin 9B, üstə 9-da saxladıq. Sonra nə iş görürük? A-ları, B-ləri 1 yığırıq. Baxın, 100A burada, 99A burada. Azı həmişə çoxun yanına gətirin. Demək ki, bu 99A sola keçəcək. 100A-nın da yanına o 99A çıx, əks işarə ilə dedik keçir. Hal-hazırda müsbətdir. Çıx 99A. Sonra baxın, bu 9B-də bu 10B-nin yanına gəlməlidir axı bu biri tərəfə. Onda 10B normal müsbətdir, amma 9B müsbət olsa belə yerin dəyişən çaşdırırsa dairəyə alın. 9B yerin dəyişəcək. Ona görə işarəsinin dəyişən də 9B-dir. Sonra C-dən elə bir dənədir. Bu C-nin işim yoxdur. Plus C bərabərdir. Burada da bir dənə 9 qalır. İndi hesablanmasına keçək. 100A-dan 99A çıxırsan bir dənə A. 10B-dən 9B çıxırıq bir dənə B. Üstə gəl C bərabər 9. Misal da elə səndən A plus B plus C-ni istəyir. 9. Baxın, cavabı tapıldı. Sonra keçək növbətisinə. 7-də nə deyir? Təklif sualı yəngin. N-in bütün natural qiymətlərində təkdir. Burada məcburuq ki, bütün variantları bir-bir sizə hesablayıb göstərək ki, hansı təkdir, hansı cütdür. Ümumiyyətlə, uşaqlar, N-in bütün natural qiyməti o deməkdir ki, N-ə sən həm tək verə bilərsən, tək qiymət mümkündür, həm də cüt qiymət mümkündür. Ona görə gedib qıraqda N-ə bir dənə tək qiymət verən 1, mümkün qədər də qiymət vermədə kiçik ədədlərdən istifadə edin, böyük qiymətlər uçmayın. Bir də 2 verirəm. Məsələn, A variantını yoxlayaq. N kvadrat üstə 2 bərabərdir. Demək, bərabər heç qoymayım, ox qoyaq burada. N-in yerinə 1 qoyanda 1 üstə 2 olur 3. N-in yerinə 2 qoyanda 2-nin kvadratı 4 üstə gəl 2 vur 2-dən 4 oldu 8. Mənə axı tək qiymət istəyir. Bu 8-in burada nə işi var? Görsüz cüt oldu. A variantı ola bilməz. Keçib B-ni yoxlayaq. B-də nə deyir? N kvadrat plus 5N. Yenə bir dəfə N-in yerinə 1 qoyursam, bir dəfə 2. 1 qoyanda 1 üzərinə gəlsin 5-dən 6. Heç ikincini qoymağıma ehtiyac yoxdur. Niyə? Cüt yaranda axı mənə tək lazımdır. B variantı da deyil. C-ni yoxlayaq. N vurulsun N plus 3. Demək, N-in yerinə 1 qoyanda 1 vurulsun 4. Yenə ikincini yoxlamağıma ehtiyac yoxdur. Çünki bura verdi 4. Bu cütdürsə, onsuz da ödəmir də. Niyə ikinci versiyanı yoxlayıb vaxt itirirəm ki? D variantına keçək. 4n kvadrat üzərinə gəlsin 4n plus 1. Buradan demək, N-in yerinə 1 qoyanda 4 üstə 4 üstə 1 olur 9. Bu ödəyir. Onda N-in yerinə bir də 2 qoyaq yoxlayaq. 4 vurulsun 2-nin kvadratı 4 üstə gəlsin 4 vur 2 üstə gəlsin 1. O da eləyir 16 üstə gəlsin 8. 24 üstə 1 25. Baxın, 9 da təkdir, 25 də təkdir. Demək, bizə lazım olan hər iki tək qiyməti tapdıq. Düzgün cavab D-dir. Y-ni də yoxlamağa ehtiyac qalmır. Belə istəyirsə, gedin yoxlayın. 8-ə keçid alaq. 8 də yenə həmin məntiqdir. Təkin cütünü yoxlayırıq. N-i yenə bütün natural qiymətində deyirsə, sən N-in yerinə həm bir dənə tək qiymət verməlisən, həm də cüt qiymət verməlisən. Bayaqki məntiqdən N-ə həm 1 verməlisən, həm də 2 verməlisən. Yenə variantlarımızı yoxlayaq. A-da deyir N kvadrat plus N plus 1. Demək, 1 verəndə 1 üstə 1 üstə 1 olur 3. N-in yerinə 2 qoyanda 4 üstə 2 üstə gəlsin 1. Eləyir 7. Bizə amma cüt lazımdır. Bunun heç ikincisini yoxlamağa ehtiyac yoxdur. 3 tək olduğuna görə A variantı ödəməz. Ancaq cüt versiyalara baxaq. B-də deyir N vurulsun N plus 1 vurulsun N plus 2. Bir də üzərinə gəlsin 3. Buradan N-in yerinə 1 qoyanda 1 vur 2 vurulsun 3. Üstə gəlsin 3. 6-ın üstə 3 gəldi 9. Bizə cüt lazımdır. 9 tək ədəddir deyə B-nin davamını yoxlamıram. C-yə keçək. N vurulsun N plus 1, N plus 2. Demək, burada da N-in yerinə 1 qoyanda 1 vur, 2 vur, 3. Bərabər 6. Bax, bu cüt tutdu. Bir də N-in yerinə 2 qoyaq. 2 vurulsun, 3 vurulsun. Demək,
4. O da ne eləyir? 24. Bax, bu da cütdür. 6 da cütdür, 24 da cütdür. Demək, düzgün cavabım C variantı. Digərlərini yoxlamağa ehtiyac qalmadı. Cavabımız hazırdır. Buradan da C variantı. Bayaqki nə idi? İşarə eləyək. Burada da D variantı. Keçək 9-cu suala. Yenə tək cüt məsələsidir. Enin cüt natural. Bax, bu dəfə özü cüt sözün deyir. Yəni, enin yerinə sən ancaq cüt ədəd qoya bilərsən. Məsələn, götürürəm ki, yenə variantları yoxlayaq. Bizə də cüt lazımdır. A variantında yazıb n plus 1. 2'nin üstünə 1 gələndə oldu 3. Cüt deyil. B variantında 2n plus 1. Yəni 4 plus 1'dən 5. Cüt deyil. C'də 3n plus 5. Yəni 3'ü 2'yə vurursan 6 plus 5'dən 11. Cüt deyil. Dərdimiz cüt axtarmaqdır. D'də n kvadrat plus 2. Hə, burada çıxır. 4 üstə 2'dən oldu 6. D variantı. Düzgün cavabımız bu. Y'yə də ehtiyac qalmadı. Keçək 10-cu sualımıza. Demək, burada məsələ nədir? A tək olarsa, bax, özü şərti verir. Yəni, A'ya tək bir ədəd verirəm. Məsələn, 1. Hansının qiyməti cütdür? Variantlara baxaq. A üstü 5 plus A kub plus 1. 1'in istənilən qüvvət yenə 1'dir. Yəni, 1'in üstünə milyon da yazsam 1'dir. 1 üstə 1 üstə 1, 3. Mənə cüt lazımdır axı. Demək, A variantı deyil. B'də A üstə 6 üzərinə gəlsin A kvadrat plus 1. Yenə 1 üstə 1 üstə 1. Bu da cüt deyil. C variantında 1 üstə gəlsin 2. Buradan A plus 2. Eləyir 3. Bu da deyil. D variantında A üstü 7 plus A kub. Yəni 1 üstə gəlsin 1. A sol. Cütdür. Baxın, burada çıxdı. Demək, düzgün cavabımız D variantıdır. Yenə Y'yə ehtiyac yoxdur. Keçək 11-ci sualımıza. 3 ardıcıl tək natural ədəd. İndi bu ağ hissəni 3 yerə bölüm uşaqlar. Normalda ardıcıl tək deyəndə, ardıcıl cüt deyəndə hamınız düzə bilirsiniz də. 1, 3, 5, 2, nə bilim, 4, 6, 8. Amma bu ardıcıl ədədlərin sən 2-dən başlayır, 12-dən başlayır, 50-dən başlayır, görmürük. Onun üçün bir format tətbiq eləmək lazımdır. Nədir format? Normal ardıcıl soruşa bilər səndən imtahanda. Ardıcıl cüt deyə bilər. Bir də ardıcıl tək deyər. 3 dənə versiya var onsuz da. Normal ardıcıldsa əvvəlində nə ilə başlayır bilmirik. Bir n götürürük. Sonra ardıcıllar bir vahid artırırıq. Sən də bir vahid artırırsan. Növbətisi n plus 1, sonra n plus 2, n plus 3. Belə-belə istədiyin qədər ədəd düzə bilərsən. Ardıcıl cütlərdə cüt ədəd elə özündən məlumdur ki, cüt ədədlər, yəni sonu 2, 4, 6, 8 belə bir şey olsun. Buradan da yola çıxırsan ki, 2'yə vurulan bütün ədədlər cütdür. Yəni 2n-dən başladıram, sonra üstünə 2 gələ-gələ artırıram. 2n plus 2, 2n plus 4, 2n plus 6 istədiyin qədər artırırsan. Ardıcıl təklərdə də fikir verin ki, bunun əmsalındakı, əvvəlindəki bu 2n-i itirməyin. 2n-i yenə yazıram, amma yanına 2, 4, 6 yox, tək söhbətinə görə 1, 3, 5 artırırsan yanına. 2n plus 5 bu formada gedir. Demək, bu formatı əzbərləsəz, qayda dəftərinizə yazsaz, xeyrin görərsiniz. İndi gedək. Bizə nə demişdi? 3 dənə ardıcıl tək götür. Bax, 3 dənə ardıcıl tək buradadır. Görürsünüzmü? Gəlin götürək, cəmləyək bunu. 2n üzərinə gəlinsin 2n plus 2. Üzərinə gəlinsin 2n plus 4. Cəmi nəymiş? 99. Bərabər elədim 99-a adi tənlik. Tənlikdə həll eləyəndə hərfləri 1 toplayırıq. Ədədləri 1. 2n'ləri 1 toplayırsan olur 6n. Üstə gəlinsin. Bu 2 ilə də 4'ü toplayaq. 6 bərabərdir 99'a. 6n də bərabərdir. 99'dan 6'sını çıxırsan 93. İnşallah ki... bir dəqiqə. Mən səhv eləmişəm. Sorry. Tək deyir. Mən cütləri götürmüşəm. Çox üzürlü sayın. İndi bir dənə qəşəng düzəliş eləyək. Bunu silin buradan. Ardıcıl təklərimiz buradadır. 3 dənəsi bu. Görürsünüz? Gəlib yazıram. 2n plus 1, 2n plus 3, 2n plus 5. Demək, bərabər idi 99. Dedik ki, n'ləri 1 götürürsünüz. 2n, 2n, 2n. Elə də 6n. Ədədləri də 1 baxsam 1, 3, 5. Cəmi edir 9. Bərabərdir 99. İndi baxın, bu 9, 99'un yanına gəlməli. Yəni, əks işarə ilə çıxarsan. 6n bərabərdir 90. Belə də düşünə bilərsən. Bunun üstünü tuturam. Nəyin üstünə 9 gələndə 99 edir? Təbii ki, 90. Demək, 6n bərabər 90. Yəni, primitiv yolla. 90'ı da 6'ya bölürsən 15. Eni 15 tapdıq. Eni tapan kimi qaça cavab götürməyin. Bir gəlin görün, sual səndən nə istəyir?
Bu ədədlərdən deyir ən böyüyünü tapın. Ən böyüyü burada bax 3 dənə ədəd deyildi. Məlum məsələ ən böyüyü buradadır. N-in yerinə gətirib 15 qoyursan, 2 vurulsun 15 üstə 5, 35 verir. Demək sənə lazım olan həmin ədəd 35 imiş. O da hanı? D variantında. İnşallah ki başa düşüləndir. Keçək 12-ci sualımıza. 3 ardıcıl cüt natural. Bax bu dəfə cüt istəyir. Cütlərimiz nə idi? Bax bunlar. Heç 2 ilə başlatmaya da bilərsən. Ha, sizi çaşdırırsa elə 2, 4, 6-nı yan-yana düzün geçsin. Necə xoşunuza gəlirsə. 2n üstə gəlinsin 2n plus 2, üstə gəlinsin 2n plus 4 dedik. Cəmimiz 372-dir. Yenə n-ləri bir cəmləyirik. Yəni olur 6n. 2 ilə 4-ün cəmi 6 bərabər 372-yə. 6n bərabərdir. 372-dən 6-sını çıxaq. 366. Hər tərəfdə 6-ya böləndə eləyir 61. İndi bizdən də ən kiçiyini istəyir. Bax, qaydaq misala yenə. Ən kiçiyimiz buydu, düzdürmü? Birinci. Yəni, n-in yerinə 61 qoyursan. O da 2 vurur 61-dən. Eləməlidir 126. Yəni, burada olur cavab 126. O da D variantı. 13-ə keçid alaq. Ədədi 3-ə tam bölünür. Gəldi indi bölünmə əlamətləri nə? 3-ə bölünmə qaydamız oydu ki, rəqəmlərin cəmi, yəni bunun içində nə görürsənsə, hər birin cəmlə, sonra 3-ə bölünüb. Bölünmədiyinə baxaq. 1 üzərinə gəlsin 0, 2, 3, 4 və x. Cəmləyəndə nə baş verir? 6, 10 plus x. İndi gəlin x-ə dəyər verə-verə gedək. X-in yerinə nə qoya bilərəm? 10-un üstünə 2 gəlsəm, 12 3-ə tam bölünə bilər. Sondakı versiyadan danışırıq. Sonra 3 addım 3 addım gedəcək. Niyə görə 3-ə bölünmədən söhbət gedir? Axı, belə özünüz də qoyun yoxlayın. X-in yenə 3 qoyanda 13 axı 3-ə bölünmür. Elə birbaşa mən sizə qısa yolunu deyim. 3 addım 3 addım gedir. 2, 5, sonra 8. Növbətçi məsələn 11-dir. Amma deyirik ki, 11-i götürmə. Belə baxanda ödəyir ha. Onun üstünə 11 gələndə 21 eləyir. Amma bu qaydanı pozur axı. Biz demişdik ki, sən qapalı ədədin altına ancaq 0-dan 9-a qədər rəqəm yerləşdirə bilərsən. 11 bir rəqəm deyil. 9-u açdısa dayan. Sənin qiymətlərin 2, 5, 8 alır. Bu da deyir ki, x-in ala biləcəyi qiymətləri cəmlə. Cəmləyəndə də cəmli işarəsinə də gözünüz öyrəşsin. Cəm işarəsi budur. 2 plus 5 plus 8 o da eləyir 15. Tamamdır inşallah. D variantı. Sonra 14-cü sualımıza keçək. Yenə eyni tipdir. 2, 4, 3, A, 6. Bu ədədi də deyir ki, bu dəfə 4-ə tam bölünür. İndi gedək danışaq ki, 4-ə bölünmə əlaməti nə idi? 4-ə böləndə biz son 2 rəqəminə baxırdıq, düzdürmü? İndi gəlin A-ya özümüzdən qiymətlər qoyaq. 16 desəm, 16 4-ə bölünür, bəli. Sonra 26 olmaz, amma 36 olar. 46 olmaz, amma 56 4-ə bölünər. 66 bölünməz, 76 bölünər. Fikir verin, 20-20 gedir. Sonra 86 olmaz, bir də ən son 96 olar. Məsələn, 96-nı bir 20 də artıranda 116 olur. Amma belə danışaq da, mən A-nın yerinə burada necə 11 qoyum? A-nın yerinə ancaq rəqəmlər qoyursan. Bax, 1 qoya bilərsən, 3, 5, 7, 9. A-nın mümkün qiymətləri bunlardır. Bu da bizdən A-nın ala biləcəyi qiymətlərini yenə cəmli istəyir. 1, 3, 5, 7, 9-u toplayaq. 10 buradan 10, 25 versin. O da D variantı. Keçək 15-ci sualımıza. Aşağıdakilərdən hansı 6-ya tam bölünür? Bu şifahi sualdır. 6-ya bölünmənin əlaməti odur ki, həm 2-yə, həm də 3-ə bölünməlidir. Birinci sonluğuna baxaq. Həmişə bölünmə əlamətlərindən öncəliyi son rəqəmdən işləyən qaydaya verirsiniz. Yəni 2-yə bölünmə əlaməti bilirik ki, sonu mütləq cüt olmalıdır. Məsələn, burada 7 cüt deyil. A variantını at geçsin avtomatik. 5 cüt deyil. D-ni at geçsin. Amma 4, 4, 8 cütdür. Yəni 2-ni ödətdirdik. İndi keçək 3-ə bölünmə əlamətinə. 3-ün qaydasına görə də rəqəmləri cəmi 3-ə bölünməlidir. Məsələn, B variantında toplayırıq. Bunların cəmi eləyir 10. 10 axı 3-ə bölünmür. B variantı getdi. Növbətçisində 7, 5, 12, 8. Bunun cəmi eləyir 20. 20 də 3-ə bölünmür. Getdi. Axırıncısında 5, 0, 0, 4, 9 eləyir. 9 da bu 3-ə bölündüyünə görə düzgün cavabı nə olur? Y variantı. Yəni, hər bir bölünmə əlamətini ayrı yoxlayın, tələsməyin. Növbətçisi 16-da həm 4-ə, həm 9-a bölünür. 4-ə bölünmə əlamətində demişdik, son 2 rəqəminə baxsan. Bax, 64 bölünür, ödəyir. 04 4-ə bölünür, amma 19 4-ə bölünmür. C-ni atdıq, getdi.
17 4-ə bölünməz. Yeni atdın. 16 da 4-ə bölünür. 4-ə bölünmə əlamətini yoxladıq. İndi keçək 9-a bölünmə əlamətinə. 9 üçün də demişdik rəqəmləri cəmi. İndi gəl cəmləyək. 2A variantında məsələn. 6, 5, 11, üstünə də 10 gəldi 21. Bunu cəmi edir 21, axı 21 9-a bölünməz. A variantı getdi. Məsələn B-yə baxaq. Bunu cəmi edir 14, 14 də 9-a bölünmür. Bunu da atırıq. Bir dənə qalır D variantı yoxlayaq yenə də. Buradan 2, 5, 7, 6, 13, 7, 27. Və buranın cəmi edir 27, 27 də 9-a tam bölünür. Demək həm 4-ü, həm də 9-u yoxlamış olduq. Keçək 17-ci sualımıza. Bəzən arada belə şifahi suallar da çıxacaq. 17-də qəşəng bir dənə hasil verib. Oturub imtahanda inşallah ki, bunları alt-alta vurmursunuz. Buradan alınan qalığı istəyirsə, çox vaxt müəllimlər uşaqlara belə bir metod öyrədir ki, get bunun sondakı ədədlərin bir-birinə vur, sonra qalığı taparsan. İndi isə bir dənə belə qayda deyim ki, bu 5-də tutdu, məsələn 2-də tutdu, 7-də tutmayacaq, 9-da tutmayacaq, 11-də tutmayacaq. Qısası, qanunisi, ən qəşəngi olar ki, sonluğuna baxma, qalıqdan söhbət gedirsə, bu ifadəni mən 5-ə bölmək istəmirəm. Bunu ayrıca 5-ə böl, qalığın götür. Bunu da ayrı. İndirim, sonluq söhbəti bəzən tutur, bəzən tutmur deyə məsləhət görmürəm ondan işləyəsiz. Ayrı-ayrı böl, qalığına bax. İndi bu 23-45-i də gətirib 5-ə böləndə məlum məsələ sonu 5 ilə qutarırsa, burada qalıq olmayacaq. Uzatmıram. Bunun qalığı 0-dır. 36-87-ni də 5-ə böləndə bunun da qalığı eləyir 2. Düzdürmü? Bunun qalığı 2. Dediyim kimi 5-ə bölmədə sonlara baxa bilərsiniz. Dərt deyil. Sonra ortadakı əmələ baxsan. Ortada vurma varsa sən də bunları vurursan. 0-ı da 2-yə vuranda olur 0. Demək ki, sənin son qalığın 0-dır. Amma bir şeydə fikir verin. Sonda sənin aldığın cavab 5-i aşsaydı, məsələn orada qalıq 6 olsaydı, 8 olsaydı onu götürmürsünüz. 5-ə təzdən bölürsünüz, çünki qalıq böldüyümüz ədədə aşa bilməz. Ondan daim kiçik olmalıdır. 17 belə qalığımız oldu 0. 18-ə baxaq, yenə eyni məntiqdir. X-in də qiymətini verib Y-in də. X-Y hasili nə deməkdir? Yəni 6, 6, 6, 7 vurmaq lazımdır 28.885-ə deyir. Bunu indi 9-a böl. Yenə nə edirəm? Gedib hər birin ayrı-ayrı 9-a bölüb qalıqdan söhbət gedirsə, mən də qalıq araşdırmağa çalışıram da, düzdürmü? Bölək 9-a. 66-nın içində 7, 63, 36, 4 dəfə. Buradan elə qalıq sürüşdü aşağı 7. Bunun qalığı 7. Növbətisində 28, 8, 5. 28-in içində 3 dəfə. 27-sini ayıraq. 18-in içində 2 dəfə getdi aşağıya. 85-i düşürtsə, içində 9 dəfə 81. Bunun da qalığı oldu 4. Baxın, sonluq demək deyilmiş də. Fikir verin buna. Birin qalığı 7 oldu, birin qalığı 4. Sonra ortada vurma var deyə sən də bunları bir-birinə vurursan. Gəlib yazırıq 7 vur 4 bərabər 28. Bax, 9-a böləndə mən niyə 28 deyilən bir qalıq görməliyəm? Olmamalıdır axı. Ona görə sən nə edirsən? Bu 28-i təzədən 9-a bölmək lazımdır. 9-a aşıb deyə, aşmasaydı götürərdim. 28-in də içində 3 dəfə çıxırsan 27. Yəni sənin son qalığın bu 1-dir ya, 28 deyil. Ona fikir verin. Yekunda olur qalıq 1, yəni D variantı. Sonra keçdik 19-a. 34, 34, 5 vurulsun 25.456. Bunu da bu dəfə 25-ə bölməsindən qalığı istəyir. Yenə ayrı-ayrı 25-ə bölək qalığına baxaq. 34, 34, 5 böləndə 25-ə. Burada da sonluqda nəsinə getmək olar. 34-ün içində 25 bir dəfə ayıraq. Qalsın 9, 3, 93-ün içində 3 dəfə çıxaq 75-in. 8, 18, buradan qalıq qalır səhv eləmirəmsə. Sonra 4-ü düşürdürsən, 184-ün içində 175, neçə dəfə verməlidir? 7 dəfədir səhv eləmirəmsə. Hə, 7 dəfə az oldu. Düzdür, 7 dəfə, sorry. Çıxırıq 175-in, qalır burada 9, 95-in də içində yenə 3 dəfə, çıxırsan buradan 75-in, qalıq qalır 20. Hə, görürsünüz, sonluqdan tutulmuş. Bunun qalığı oldu 20. İndi növbətisinin də bu formada qalığına baxaq. 25.4, 5, 6 bölürük 25-ə. 25-in içində bir dəfə çıxdın 25-i. 4-ü və 5-i 2 dəfə düşürtdük deyə 0. 45-in içində bir dəfə çıxdıq 25-i. 20, yanına da bu 6-nı sürüşdürək. 206-nın içində də 8 dəfə, düzdürmü? 200-ü çıxanda bunun da qalığı oldu 6.
Sonra yenə aradakı əmələ baxsan. Vurma deyirsə vurasan. Sən də gəlib bu qalıqları bir-birinə vurursan. Deyirsən 20 vur 6 tapdım 120. Qaça-qaça yenə 120-ni götürmə. 25-ə böləndə aşıbsa bu ədədi qalıq. Təzədən 25-ə bölməlisən. Bunun da içində nə qədər 4 dəfə 100-ün çıxardırsan, son qalığımızda olur 20. Yəni yekun qalıq 20-dir burada. A variant. Keçək 20-ci sualımıza. 3-ə bölünən ədədi göstərin, göstərək də. Demək, bölünmə əlamətində belədir ki, qayda. Əgər vuruqlardan biri 3-ə bölünürsə, o ədəd 100% 3-ə bölünəcək. Məsələn, mən baxıram ki, nə 5 3-ə bölünmür, nə də onun heç bir qüvvəti 3-ə bölünmür. 10 özü 3-ə bölünmür, onun kvadratı, kubu. Demək ki, burada 3-ə bölünmə olmayacaq. Sonra, burada 7 3-ə bölünmür. 5 3-ə bölünmür. Yəni qüvvətlər az maraqlıdır da, onun altındakı ədədə bax. 2 də 3-ə bölünmür. Bu vuruqlardan heç bir 3-ə bölünmürsə, yekun cavab necə 3-ə bölünsün? Sonra burada ortada nöqtə var, rəqəmlərin cəminə yengi söhbət gedir. Və burada bir dənə ədədi tapdıq. 117 görürük ki 3-ə bölünür. Düzdürmü? Rəqəmlərin cəmi 9 eləyir axı. 117-nin özünün 3-ə bölünməyi mənə bəs eləyir ki, deyim bu cavab yekunda 3-ə bölünür. Niyə görə? 117 özü 3-ə bölünürsə, onu 5 dəfə də öz-özünə vursan, milyon dəfə də öz-özünə vursan, yenə 3-ə bölünəcək. Yanına da istəyirsən 47 artır, 57 artır. Nəyə vurursansa vur, bir dəfə, bir dənəsinin bölünməyi bəs eləyir. Yəni, bunların da yazılmağı bir mənası ortada nöqtə-nöqtə neçə dənə ədədin təkrarlanmağı görünmür də. Belə baxanda, məsələn, 3-lərin və yaxud da ki, sıfırların təkrarlanmağını görürsən, amma neçə dənə olduğunu görmürsən. Əl qərəsi, 20-də D variantı. Sonra, keçək 21-ə, qalıqlı bölmə məsələsi. Bu qalıqlı bölmədə bölünən qismətin yerini bilin. A bölü B bərabərci, qalıq D desək, birincinin adı bölünəndir, ikincinin adı bölən, üçüncü natamam qismət, axırıncı da qalıq. Tamam. İndi deyir bölən 11. Gətirirəm ortaya yazıram 11. Natamam qismət C-nin yerinə 9. Qalığın yerinə 4. Amma bu bölünənin yerinə heç nə yoxdur. Bu da səndən bölünəni istəyirdi. Bilmədiyimiz şeylərin də yerinə yazırıq x. Bölünənin də tapılma qaydası qalıqlı bölmədə belə idi ki, ortaları bir-birinə vururuq, üzərinə gəlirik bu qalığı. Yəni, x bərabərdir 11 vurulsun 9, üzərinə gəlinsin 4. 99-un da üstə 4 gələrik 103. A variantı. Sonra 22-yə keçək. Yenə bölünən qismət söhbətidir. Bölünəni bilmirik. X bölünsün. Bölənimiz 9. Natamam qismət 13. Qalıq 8. Bayaqki məntiqlə 9-u vurursan 13-ə, üstünə gəlsən qalığa. O da nə eləyir? 90 oradan 27, oradan 117-nin də üstünə 8 gələk 125 verməlidir. Y variantı. Sonra 23-ümüz. Neçəsi sadədir? Sadə ədədlər nə idi? Yalnız özünə və 1-ə bölünür. 13 sadədir, 23 sadədir, 43 sadədir, 53 sadədir, amma 63 sadə deyil. Çünki 7-yə və 9-a bölünür. 73 də sadədir. 2, 4, 5 dənəsi sadədir. Neçə dənəsi? Y variantı. 5 dənəsi. Burada 24-də də neçəsi sadədir? 101 sadədir. 205 sadə deyil. Çünki 5-ə bölünür. 221 sadədir. 231 cəmləyəndə 6-ya bölünür. Daha doğrusu cəmi 6 eləyir, 3-ə bölünür. Bunu atırsan gedir. 237 də sadə deyil. Çünki 3-ə bölünür. Cəmləyəndə 12 eləyir. Demək, sadə 2 dənədir. 101-dən 221. B variantı. 100 ədədin sadə vuruqlarına ayrılışını göstərin. Göstərək də. 25-də demək 100 nə deməkdir? Sizə sadə bərabər niyə qoydum? Sadə formada sən bunun sadə vuruqlarına ayrılışını sütundan da göstərə bilərsən. Daha qəşəng nə deyərdim mən sizə? Onun kvadratı kimi düşün. Onu parçalaya bilirsən axı. 2 vur 5 demək olur. Sonra o kvadrat işarəsini hər ikisinin üstünə gətir artır. 2-nin də üstə kvadrat işarəsi, 5-in də üstə kvadrat işarəsi. Yəni hərəsindən neçə dənədir görünür. D variantı. Sonra 26-ya keçid alaq. Hansı asil müəyyən ədədin sadə vuruqlarına ayrılışıdır? Sadə vuruqlara ayrılışda uşaqlar biz mürəkkəb ədəd görə bilmərik, görməməliyik. A variantı səhvdir, Y variantı səhvdir. Bu elə adama deyir ki, sadə vuruqlar olsun. Mürəkkəbin orada nə işi var? 15 mürəkkəb də at getsin, 9 mürəkkəb də at getsin. Onda bir dənə sadələrdən yığılmış versiya qalır, C variantı. Sonra 27-də 72-nin sadə vuruqlarını tapın, gəlin tapaq. Sadə vuruqlar da deyəndə sütun üzrə ayırmaq lazımdır.
2'yə 36, 2'yə 18. Burada da ancaq sadə ədədlər düzürsünüz, adından məlum olduğu kimi. 2'yə, yəni burada gedib 18 bölü 9 yazmayın da, anormal bir vəziyyətdir. 18 2'yə 9, 3'ə 3, bu da 1. İndi bunun neçə dənə xüsusən vurğulamırsa, müxtəlif sadə vuruq sözü demirsə, ümumi sadə vuruqların hamısını götürsən. Müxtəlif deyəndə ancaq 2-3 deyərsən. Ümumi burada 5 dənə sadə vuruq var. Yəni D variantı. Və burada müxtəlif söz işlədir. Görürsünüz, eynilər, yəni təkrarlanmalara baxmırsan burada. 96'ını da ayıraq baxaq. 2'yə 48, 2'yə 24, 2'yə 12, 2'yə 6, 2, 3, 3, 1. Müxtəlif dediyinə görə bir dənə 2, bir dənə 3 götürürüm. Yəni bu təkrarlanmalar mənə lazım deyil. 2 dənə müxtəlif ədəd gördüm. A variantı. Sonra 29'a keçək. 120'nin neçə sadə böləni var? Uşaqlar, sadə vuruqla sadə bölən sözü eyni deyil. Sadə bölən müxtəlif sadə vuruq deməkdir. Yaxşımı? Müxtəlif. Dən yazaq bura. Müxtəlif sadə vuruq deməkdir. Yaxşı? Bunu bir yerə yazın, əzbərin. 120'nin də yenə sadə vuruqlarını ayıraq. 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Müxtəliflərimiz 2, 3, 5, 3 dənə. Yəni ümumi hamısını götürmə. Ümumi götürsən 5 dənə olacaq. Bax, cavab da verib görürsən. Amma bu səhvdir. Sadə böləndən müxtəlif eyni şeydir. Sadə vuruq eyni şey deyil. Sonra 30'a keçid alaq. 176'nın neçə müxtəlif sadə böləni var? Burada özüm müxtəlif sözünü də çəkir. Yenə ayıraq. 2'yə demək nə edir? 8, 8, 2'yə 44, 2'yə 22, 2'yə 11 də 11'ə bir dəfə. Müxtəliflər biz ancaq 2 ilə 11'i görürük. 2 dənə. A variantı. Sonra 31'də qarşılıqlı sadə söhbətinə gələk. Uşaqlar, normal sadə ilə qarşılıqlı sadə eyni şey deyil. Uşaqların ən çox qarışdırdığı odur. Qarşılıqlı sadə ədədlərə yadınızda qalsın deyə bir düşmən kimi baxsın. Yəni bunların ortaq bir alış-veriş eləcəyi heç nə yoxdur. Ortaq bir böləni yoxdur. Məsələn, 3 ilə 5 bir-birinə düşmən ola bilər. Niyə? 3 ilə 5'in ortaq bir şeyi yoxdur. Amma 3 ilə 12'yə sən düşmən kimi baxa bilməyəsən. Çünki hər ikisi 3'ə bölünür. Bunlar dost ədədlərdir, düşmən ədədlər deyirlər. Ona görə qarşılıqlı sadə olması üçün ortaq heç nə olmamalıdır. 1 ilə 19 da götürə bilmərsən. Çünki 1 də özünə bölünür, 19 da 1'ə bölünür. Ümumiyyətlə, qarşılıqlı sadə söhbətində 1'dən istifadə eləməyin mümkün qədər. Növbəti, 17 ilə 19'un ortaq heç nəyi yoxdur. Demək, qarşılıqlı sadədir. 18, 19 ortağı yoxdur. Amma 18 ilə 20'nin hər ikisi ortaq 2'yə bölünür axı. Ona görə biz bunu da götürə bilmirik. 3 ilə 4 neçə dənəsidir? 2 dənəsi. B variantı. Sonra 32'də də yenə qarşılıqlı sadə olmayandır. Olan yox. Olmayan nə idi? Normal qarşılıqlı sadə düşməndir. Bu olmayan, düşmən olmayanı öz dilimizdə nə başa düşürük? Yəni dost olan, ortaq olan ədədləri götür. 24 25'in ortağı yoxdur. 18 37'nin yoxdur. 14 ilə 21'in var. 7 11'in yoxdur. 15 32'nin yoxdur. Bizim dostluğumuz burada çıxır Y variantı. Niyə? Hər ikisini sən 7'yə bölə biləsən. İnşallah ki anlaşılandır. 33'e keçid aldıq. İndi tapırıq əbub. Əbub nə idi? Sadə vuruqlarına ayrılışda ancaq eyniləri götürsən, ancaq ortaqları. Müxtəliflə bizim burada işimiz yoxdur. Üstünə də böyük-böyük yazaq. Eyniləri götür əbubda. Yaxşımı? Bizə eynilər lazımdır. Ayıraq, görək nə çıxır? 2, 72, 2, 36, 2, 18, 2, 9, 3, 3, 1. 2, 52, 2, 26, 2, 13, 13, 1. Demək, dediyi ancaq eynilər. Bax, bu 2 ilə bu 2 eynidir. Bu 2 ilə bu 2, bu 2 ilə bu 2. Başqa eynimiz yoxdur. Burada da gedib 6 dənə 2 yazmayın ha, uşaqlar. Ən çox elənən səhvdir. Bu 2 dənəsi birləşir, bir dənə 2 orada yazılır cavab olaraq. Bu ikisi birləşir, bir dənə 2 kimi yazsan. Bu ikisi də birləşir, bir dənə 2 kimi yazır. Yəni yekun cavabın sən olur 8. 13 eyni deyil, burada yerdə qalanlar da eyni deyil. Cavabımız olur 8, yəni A variantı. Keçək 34-cü sualımıza. Yenə əbub istəyir. Əbub 50, 75. Bunda hətta sürətli mən sizə deyərdim. Necə? Sadə vuruqlarını ayırmadan yaza bilərsən. 50'nin yerinə yazaram 25 vur 2. 75'in yerinə yazaram 25 vur 3. Hər ikisində ortaq nə gördüm? 25. Şu.
Uzun ömür, can sağ. Baxın, belə rahat da tapılır. 35-ə keçək. Bu dəfə əkob deyir. Əkobun tapılmasının əslində 2 dənə qaydası var. Ya eyniləri müxtəliflərə vurursan, ya da böyük ədədi öz içində olmayan müxtəliflərə vurursan. O ikinci dediyim daha anlaşılan, yadda qalan qaydadır. Bir dənə sadə vuruqlarını ayırılaq. 2, 3, 3, 1. 52, 25, 5, 5, 1. Deyirik ki, böyük olan ədədi götür. Bax, 24 dənə 50-ni müqayisə edəndə tabii ki, 50 daha böyükdür. 50-ni götürüb vurursan, öz içində olmayanlar. Yəni, eyniləri sil. Bunun ikisi ilə bunun ikisi eynidir. Buradan başqa bu 2, bu 2, bu 3. Bu tərəfdə yoxdur axı. Yoxdursa, 50 ne demək? Mən bunlara vurmalıyım. Gəlib yazıram ki, 50 vur 2, vur 2, vur 3. O da nə eləyir? 50-ni 2-yə vuranda 100, 100-ü də 6-ya vuranda 600. Demək, bunların əkobu 600 idi. Yəni, 600-ü həm 24-ə sərbəst bölə bilirsən, həm də 50-yə. Əkobun da mənası odur. İçində hər biri qalıqsız bölünsün. 36. Əkob 120, bir də 720. Əbob əkobda bəzi qaydalar var ki, biz sadə vuruqlarını ayırmadan sürətli tapa bilirik. Bax, bunların da biri budur. Birinci yoxlayıb şifahi baxmalısan ki, bu 2 ədəddən biri o birisinə tam bölünürmü qalıqsız? Gedib qıraqda baxıram ki, qardaş, 720-ni mən 120-yə tam bölə bilirəm 6 dəfə. Burada qalıq zat yoxdursa, qayda bizə deyir ki, əkob bərabərdir bunun böyük olanına, əbobda amma kiçik olanı götürərsən. Yəni 720. Amma indi bura bir dənə qeydi artırım. Amma sənə məsələn əbob 120 ilə 720 desəydi, yenə sadə vuruqlarını ayırmırsan, kiçik olanı götürürsən. Yəni 120. Və bu qayda da qəşəng imtahana düşəcək suallar tipindən. Biri o birinə bölünürsə sadə vuruq lazım deyil. Böyüyü əkoba verirsən, kiçiyi də əboba. Sonra cıma. Burada nə oldu demək? 720 D variantı. 37-yə keçid alaq. Demək, əbobun istəyir, üçünün də ortağına baxacaq. 320, 240, 160. Gəlin, indi sadə vuruqlarını ayıraq. Dənə-dənə sadə vuruğunu ayırmaq mənə biraz xoş deyil. Gəlin, hər birinin altında hasil kimi yazaq. Sondan adamın gözünə girir ki, bu sıfırlar eynidir, düzdür. Yəni, 320-in yerinə mən birinci 32 vur 10 yaza bilərəm. Sonra 24 vurulsun 10 yaza bilərəm. Bir də 16 vurulsun 10 yaza bilərəm. Buradan hazır əboba görə bu eynilərdən onu götürəcəm. Sonra 32, 24, 16-nın hər birini biz görürük ki, 8-ə bölmək olur da. Onda 32-ni parçalayıb yazıram. 4 vur, 8 vur 10. Bunun yerinə 3 vur, 8 vur 10. 16-nın da yerinə 2 vur, 8 vur 10. Düzdürmü? Başqa da bir parçalanış mümkün deyil. Buradan fikir verin. Hamısının içində nə var? 8 vur 10, 8 vur 10, 8 vur 10. 8 vur 10 hamısında ortaqdırsa, demək ki, sənin cavabın 8 vur 10-dan çıxır 80. Yəni, hər versiyanı deyirəm sizə. İstəyirsən get sadə vuruqlarını ayır, sütun üzrə elə dənə-dənə seç. İstəyirsən belə şifahi seç. Məncə imtahan üçün bu daha yaxşıdır. Sürətli gedərsiz, vaxt itirmərsiniz. 38-də də eyni məntiq. Əkob 24, 30, 36. Bunu sizə ayırsam sanki daha qəşəng olacaq. 24-ü bayaqki məntiqdən qoy göstərim sizə. Demək, 24-ün içində nə var? Hər ikisi 6-ya belə başa düşürəm ki, bölünür. Düzdürmü? 24-ün yerinə yazırıq 4 vur 6, 30-un yerinə 5 vur 6, 36-ın yerinə 6 vur 6. Eyniləri bunun məlum məsələ 6-dır. Bu 6-ları qoy kənara. Əkobda bizi eyniləri yox, böyük ədədi bunun müxtəliflərinə vururuq. Yəni, bu 6-lara baxma. Burada nə qalır? 36-nı götürüb vurmalıyam. Öz içində olmayan qıraqda 4 ilə 5-dir, görürsünüz. Çünki bunun özün qoy qırağa, kənardakilərinə bax. 36-nı vur 4 vur 5 yazırsan, 4-ü 5-ə vuranda 20, 36-nı da 20-yə vuranda 720. Yenə də deyirəm, istəyirsiniz sütun üzrə ayırın, istəyirsiniz şifahi baxın, keyf sizindir. Bizə də nə istəyirdi? Hanı bu sual? 24, 36, 720. İnşallah ki, səhv hesablamamışam. 35 vur 6, 4 vur 6. Hə. Bir dənə səhvimi deyim. Sorry. Səhvim nədir burada? 4-ü də parçalayardım gərək. 2 vurulsun 2 yazın burada gərək. 6-nı da burada yerinə 2 vurulsun 3 yazaq. Görək ki, bu 2, buradakı 2 ilə, buradakı 2 eyni daxı. Demək, burada 2 ilə 5 qalır müxtəlif. Yəni, sən 36 vur 2 vur 5 deməlisən. O da edir 360. Ürəyiniz necə istəyirsə, yenə də. Sonra bu yol biraz sizə qəliz, qəribə gələ bilər. Çətin olsa sütun yoluna gedin.
A ədədi B ədədinin böləni olarsa, hə. İndi biz bayaq dedik ki, biri o birisinə böləndə, məsələn, nümunə göstərdik ki, əbob, məsələn, 5 ilə 20 desən, kiçiyi götür 5. İndi bəs iş gəlir çıxır hərflərlə olanda, bunu da yadda saxlamanın qəşəng bir dənə qaydası var. Deyir ki, B ədədinin şəkilçisi nəyin yanındadırsa, həmişə böyük olan odur. Demək, o birisi kiçik olan ədəddir. Biz də qayda olaraq demişdik ki, əbob kiçiyi götürür. Onda 39'da olur ki, əbob AB bərabərdir kiçik olanımız, yəni A. Bu kadar basit. B variantı. 40'a keçək. A ədədi B ədədinin bölünəni. Bax, yenə B-nin deyir. B-nin dediyinə görə B-yə böyük ədəd kimi yaxınlaşırsan, A-ya kiçik ədəd kimi. İndi gəl yerinə qoyaq. Deyir ki, əbob çıxılsın əkob. Düzdürmü? Əbob AB, əkob AB. Dedik ki, əbob kiçiyi götürür. Yəni kiçiyimiz olur A. Çıxılsın əkob nəyə götürür? Böyük olanı B. A çıx B. Belə də saxlayasın. Başqa bir şey ehtiyac yoxdur. A variantı. Sonra cəma. Keçdik 41'ə. Əbob A1, əkob 1B. Hesablayın. Birincisi, ədədlərdən biri 1 olanda fərqi yoxdur. Onun yanında A olsun, 70 olsun, fərqi yoxdur. Məsələn, 1 ilə 30 da desəm, 1 ilə 70 də desəm, 1 daha kiçikdir, digər ədəd daha böyükdür və bunlar bir-birinə bölünür. Ona görə yadında saxlayırsan ki, biri 1 olanda əbob onsuz da kiçik olana bunun birinə bərabərdir. Əkob da bunun böyük olanına. Yəni 1 kiçiksə məlum məsələ, burada B böyük olanda. Onda sənin yekun cavabın olmalı 1 minus B. Özünüzdən qiymət də qoyub baxa bilərsiniz. Məsələn, A-ya 5 ver, B-yə 7 ver. Yəni eyni məsələdir. 42. Qarşılı sadələrin də bir qaydası var idi. Qarşılı sadə sözün gördünsə, bunların əbobu 1'dir, əkobu da onların hasilidir. Həmişə dəyişməz qaydadır. Demək, əbobun yerinə 1 yazırıq, çıxılsın, əkobun da yerinə hasili. 1 çıx AB olur sənin cavabın. 1 çıx AB də hardadır? D variantında. Keçdik 43'ə. Bunu da oturub ayrı-ayrı hesablamağa ehtiyac yoxdur. Bu da bir qaydadır. Əbobu əkoba vuranda elə deyir ki, həmin ədədlər bir-birinə vursan bəs eləyir. A vur B. Yəni 11'i 13'ə vursaq bəs eləyir. Bir dənə də sizə bir trik öyrədək. İstənilən ədədi 11'ə vurmanın sürətli yolu odur ki, bu ədədi götürüb aralı yazırsan, 2 rəqəmli ədədlərdən söhbət gedir. 1, 3, bunların cəmində gətirib ortaya yazırsan. Bax, 11'i 13'ə vuranda 143 edir. Gedib yoxlaya da bilərsiniz kənarda. C variantı. 44'ə keçək, yenə eyni məntiqdir. Əbobu əkoba vurmaq, həmin ədədlər bir-birinə vurmaq deyil. 12'ni 18'ə vuraq. 12'ni 10'a vuranda nə qədər? 120 dəfə üstünə gələk. 12'ni də 8'ə vuranda 96. O da eləsin 216. Səhv hesablamadımsa budur. A variantı. Sonra 45. 48 və 56 ədədin ortaq olmayan müxtəlifləri yəni istəyir. Get qıraqda. Ortaq olmayanında bir də C hərfi ilə işarə edirlər. Bunu yanınızda saxlayın. Birazdan buna aid məsələ çox görəsiniz. 48 də 56'da ayıraq. 2'yə 24, 2'yə 12, 2, 6, 2, 3, 3, 1. Sonra 2'yə 28, 2'yə 14, 2'yə 7, 7, 1. Eynilər silək. 2'lər eynidir. Bizə müxtəliflər lazımdır. Ortaq olmayan deyir. O qara hərflərə fikir verin. 2'lər eyni, 2'lər eyni. Demək müxtəlif qalır. 2, 3, 7. C bərabərdir. 2 vur, 3 vur, 7. O da eləyər 42. Y variantı. 46'ya keçək. Yenə eyni məntiqdir. Ortaq olmayanları deyir. Sadə vuruqlarımıza ayıraq. 2, 21, 3, 7, 7, 1. 60'ı 2, 30, 2, 15, 3, 5, 5, 1. Eynilər yenə silək. 2'lər getsin. 3'lər getsin. Müxtəliflər 7, 2, 5 qalır. O zaman C bərabərdir. 2 vur, 5 vur, 7. O da eləsin 70. Y variantı. Növbətinə keçdik. 47'də nə deyir? Ədədlər üçün əbobu verib. Sağ olsun. Əbob AB bərabər 30. Ortaq olmayanların hasili dediklə nə işarə edirsən? C-nin 6 olarsa əkobu tapın. Bunun çox qəşəng bir dənə qaydası var. Qayda bizə deyirdi ki, qardaş, əkobu əboba böləndə həmişə C-yə bərabərdir. Onu da gətirib yazıram ki, ilə əkob bölünsün. Əbobun qiyməti var axı. 30 bərabərdir. C-nin də qiyməti var. 6. Bunu da çarpaz vurursan 1 yazıb tənasübdən. Əkob da bərabər olar 180.
Da A-B'ni də yazıb uzatmadım da. Əköb olur 180 qısası B variantı. Sonra keçək 48'ə. Burada da yine eyni məntiqdir. Əköbü verib 144. Ortaq olmayanlar, yenə C deməkdir bu. C-ni verib 8, əbobu istəyir. Bayaqki formulda yenə yerinə qoyuruq. Deyirik ki, əköbü əboba bölməlisən ki, cavab C olsun. Yəni 144 bölünsün əbob bərabərdir 8-ə. Yenə buna bir yazıb çarpaz tənasübdən vurursan. 8 vurulsun əbob bərabərdir 144-ə. 144'ü də bölək 8-ə. 14-cü də bir dəfə, 64'də də 8 dəfə. 18. O da hardadır? C variantı. Keçək 49'a baxırıq deyirsən. Bu da bir düsturdur. A vur B-ni verib sənə 4032. C-ni verib ortaq olmayanlar C deməkdir. 7'dir. Əbobun düsturu lazımdır bizə. Bunu əzbərin uşaqlar. AB və C-dən söhbət gedəndə əbobunda, əköbunda kök altı düsturu var. Əbobda A vur B bölü C-dir. Əköbda isə A, B, C-dir. Kökün altında A vur B vur C. İndi bizim istifadə edəcəyimiz budur. Əbob istəyir çünki. Onda gəlib qıraqda yazıram ki, əbob bərabərdir 4032. Bu AB-nin yerinə bunu köçürdürsən. 4032 bölü 7. Bunu da bölək 40'ın içində 7. 5, 35. 53'ün içində 7 dəfə 49. 42'nin içində 6. 576 da nəyin kvadratıdır? 24'ün. Demək, əbobumuz 24'üymüş. D variantı. Keçək 50'yə. Yenə AB-ni verib 24. C-ni verib 6. Əköb istəyir. Dedik ki, əköbün düsturu kökün altında A vur, B vur, C'dir. Yəni, kökün altında 24'ü 6'ya vurursan, eləyir 144. 144 də nəyin kvadratıydı? 12'nin. C variantı. Getdi 51'ə. Natural bölən söhbəti. Natural bölən tapmaq üçün ədədin qüvvətinin üstünə 1 gəlib bir-birinə vurursan, bir neçə dənədirsə, yox bir dənədirsə belə yazırsan. Onda deyirik, natural bölən bərabərdir 7 plus 1. O qüvvətin üstünə 1 gəlirsən. Sonra 52'yə baxaq. 60'ın natural bölən deyirsə, bunu bir sadə vuruqlarına ayırmaq lazım. Yəni qüvvət kimi yazmalısan əvvəlcə. 2, 32, 15, 3, 5, 5, 1. Hərəsindən neçə dənədirsə yazın bunu mütləq. Görürsən 2'dən 2 dənədir. Gəlib yazıram 2'nin üstündə 2. 3'ün üstündə 1. Bir də vurma ilə də yazılar çox vaxt. Bir saniyə vurma ilə yazaq, çaşdırmayasın. Vur 3'ün üstü 1, vur 5'in üstü 1. Biz nə edirik? Bax, bu ancaq üstdəkiləri götürüb üstünə 1 gəlirik. Bayaq bir dənə idi. İndi 2-3 dənə olsa arasına vurma qoyasan. Yəni 2 plus 1. Burada yazaq natural bölən. 2 plus 1, 1 plus 1, 1 plus 1. Bunu da hesablayaq nə olsun? 3 vur 2 vur 2. Yəni 12 dənə natural böləni var imiş. 53'də də eyni qayda. Demək, 180'i yenə ayıraq. 2'yə 36, 5'ə böl. 90, 2'yə 45, 3'ə 15, 3'ə 5, 5'ə 1 dəfə. Demək, 2'dən 2 dənədir. Vurulsun 3'dən 2 dənədir, 5'dən 1 dənədir. Üstündəkilər ancaq götürürük. Aşağı ilə işimiz yoxdur. Yazırıq, natural böləni bərabərdir 2 plus 1, 2 plus 1, 1 plus 1. O da nə eləyir? 3 vur, 3 vur, 2, yəni 18 dənə natural böləni var imiş. Getdi 54'ə. 770 ədədin natural bölənlər. Bir 777'nin sadə vuruqlarına ayıraq görə işimiz nədir? Birincisi bunu ilk ağlıma gələn 7'dir. 7'yə böləndə 111. 111 görü 3'ə bölünür. Bir də fərqi yoxdur bu sadə ədəddən. Əvvələ böyüyü qoyasan, sonra kiçiyi qoyasan ya da kiçiyi sonra böyüyü heç bir önəmi yoxdur. 111'in içində 3, 37 dəfə səhv eləmirəmsə, 37-də sadə ədəddir, özündən başqa bir şey bölünmür. Yəni bu ədəd nə deməkdir? 7'dən 1 dənədir, 3'dən 1 dənədir, 37'dən də 1 dənədir. Biz nə edirdik? Ancaq üstdəkiləri götürürdük, üstünə 1 gəlirdik. Onda yazıram yenə, natural bölən bərabərdir 1 plus 1, 1 plus 1, bir dənə də 1 plus 1. O da edir 2, 2, 2, 8 dənə natural böləni var imiş, Y variantında. 55'ə keçid aldıq. Bunun xüsusi bir qaydası var uşaqlar. Bu 55'ə xüsusən fikir verin. Deyir ki, bu cür görəsən, 2 cür cümlə quracaq imtahanda sənə. Ya deyəcək ki, A ədədi məsələn götürəm mən.
A ədədi ilə qarşılıqlı sadə olanlar tap. A-dan kiçik də məlum məsələ. A-dan böyük deməz ki, sonsuza qədər gedər. Deyir ki, A ədədi ilə ya sənə deyəcək ki, qarşılıqlı sadə olanı tap, ya da A ilə ixtisar olunmayanı tap. Bax, ixtisar olunmayan. Onu da vurğulayarıq. Olunmayanı tap. Bir dənə sizə nümunə göstərim. Sonra düsturu yazacağım. Məsələn, bunu elə verdiyi ədədi götürürəm. 18. 18 ilə nə qarşılıqlı sadə götürə bilərsən? 18 ilə məsələn 1 götürmərsən, 2 götürmərsən, 3 götürmərsən, 4 götürmərsən, düzdür? 18 ilə 5 deyə bilərsən ki, qarşılıqlı sadədir. 18-dən 7. İndi bunu görmək asandır da, adamın gözünə girir. Kəsrlə də lap yazanda. Deyəsən ki, mən gərək 18-ə 5 yazım ki, bu ixtisar olunmayan söhbətin tutsun. Və yaxud da ki, 18-ə 7 yazım ki, bu qaydanı ödəsin. İmtahanda sənə 300 verəndə, nə bilim 5000 verəndə, sən bunu oturub dənə-dənə düzə bilməyəsən. Düzsən belə, imtahan həyəcanında orada 2-3 dənə nə isə qaçırdasan. Ən qəşəngi qaydadır. Düstur bizə nə deyir? Deyir ki, bunu bir-bir düzməkdənsə, A vurulsun, 1 çıx A-da 1, 1 çıx B-də 1, 1 çıx C-də 1. İndi nə qədər sadə vurğu varsa gedir. Nöqtə-nöqtə bu yolla yazırsan. İndi biz də misalımıza tətbiq eləyək. Bizim ədədimiz 18. Yazıram 18 vurulsun. Bu kiçik ABC nə olan şeydir? Gedib 18-i qıraqda sadə vuruqlarına ayıranda oradakı müxtəliflərdir. 9, 3, 3, 1. Yəni sənin müxtəlifin 2 ilə 3-dür. Gəlib yazırsan 1 çıx 2-də 1, bir də 1 çıx 3-də 1. Bax, C sırasına heç getməyə ehtiyac yoxdur. Çünki mənim 3-cü müxtəlif ədədim yoxdur. Bunu da hesablayanda bərabərdir. 18 vurulsun. 1-dən 2-də 1 çıxır. 2-də 1, 1-dən 3-də 1 çıxırsan 3-də 2. Bu da ixtisar getsin. 2-ni 3-ə vuranda 6, 18-i 6-ya bölürük 3. 3 vur 2-dən də çıxır 6. Bax, bu sual qəşəng sualdır. Şiddətlə xahiş eləyərdim ki, bir dənə ayrıca dəftər tutun. İmtahana düşmə ehtimalı yüksək olan, hamının səhv elədiyi belə xüsusi məqamları vurğulayasınız. Orada yazasınız ki, imtahan qabağı təkrar eləyəsiniz. Bax, qəşəng sualı 100% görəsiniz. Bütün sınaqlar salır bunu. Hədəfdir, güvəndir. Bizim kurs hər yer bu sualı istifadə edir hər sınaqda. 56. 12-dən kiçik 12-dən bax, qarşılıqlı sadə. Yenə eyni söhbətdir. Yazıram 12 vurulsun. Gedib 12-ni qıraqda sadə vuruqlarına ayırsan. 6, 2, 3, 3, 1. Müxtəlifim 2 ilə 3-dür. 1 çıx 2-də 1, bir də 1 çıx 3-də 1. Dediyim kimi dənə-dənə düzməmək üçün bu metoddan istifadə edirik. 12 vur 2-də 1, vur 3-də 2, 2-ni 3-ə vuranda 6, 2 ilə 12 ilə ixtisar getsin. 2-ni də 2-yə vuranda 4 dənə, sən demə, burada qarşılıqlı sadə ədəd var imiş. İnşallah ki, başa düşüləndi. Bir də o qədər tez-tez danışıram. Yəqin ki, aşağı sürətlə baxarsınız. 57-yə baxaq. Yenə bax, 132-dən ədədi imtahanda kimdə oturub dənə-dənə düzən? Qəşəng düsturumuza gedək. Gül kimdə çıxsın? 132-də bir qıraqda sadə vuruqlarına ayırım. 2, 66, 2, 33, 3, 11, 11, 1. Demək, müxtəliflər nə görürəm? 2, 3, 11. Gəlib yazırsam 1 çıx 2-də 1, 1 çıx 3-də 1, 1 çıx 11-də 1. İndi hesablayaq. O da bərabərdir. 132 vurulsun. 2-də 1. Mötərizələrə aid kəsirlər inşallah ki, çıxa bilirsiniz. 3-də 2, o biri də 11-də 10. İndi gəl belə danışaq. 2-ni 3-ə vuranda 6, 6-nı da 11-ə vuranda bura eləyir 66. Bu məxrəcdəki 66 ilə 132 tam ixtisar gedir. Bunun yerində qalır 2. Onda 2, 2, 4, ona da vuranda 40. Dənə-dənə də ixtisar eləyə bilərsən. Bütöv eləmək yenə vaxt qazancıdır. 58-ə getdik. Yenə qarşılıqlı sadə söhbətidir. 234 vurulsun. Gələk bunu yenə sadə vuruqlarına ayıraq. Və bu test bankın o şeydə yaxşı ki, bir dənə təzə qaydaya aid ən azı 4-5 dənə misal verir ki, sən onu yazıb gözün öyrəşsin. Yəni vərdiş halını alasan. 2 demək 117. 3-ə bölünsün. 3, 9, 3-ə bölünsün 13, 13-ə də 1. Demək, 3 dənə müxtəlif ədədimiz var. 2, 3, 13. Yazırıq 1 çıx 2-də 1, 1 çıx 3-də 1, bir də 1 çıx 13-də 1. Düzdürmü? İndi bu da bərabərdir. 234 vurulsun. 2-də 1 vur. 3-də 2 vur. 13-də 12. Buradan da fikir verin. 2, 3, 13. Onsuz da 234-ün içində var. Bunlar ixtisar gedəndə burada bir dənə müxtəlif 3 qalır bunun yerində. Onda 3 vur, 2 vur, 12 desək, yekun dolar 72 dənə sadə vuruq var imiş. Daha doğrusu qarşılıqlı sadə ədəd varmış. İmtahanda yəni
Adamı illallah elətdirərdi o 72 dənə ədədi düzməyə. Nə vaxtın çatmaz, nə də vərəqdə yerin çatmaz. 59-a keçək. A ədədi nə verib bizə? 2, 3, 4, 5, ver Allah, ver 6, 7, 8, üstə gəlsin 27. Deyir, indi bu ədədi 18-ə böləndə qalıq nə olur? Bizdə belə bir qayda var ki, toplananlardan əgər biri həmin ədəd tam bölünürsə, həmin hissədən əl çək getsin, o birisinə bax. Məsələn, 18-i parçalayanda mən içində nə görürəm? Ya 3 vur 6 deyə bilərsən, ya 2 vur 9. Görürəm ki, 3-ü 6-ya vuranda bu 18 yaranır. Yəni bu hissə 18 vur nəsə var da, bu tam 18-ə bölünəcək. Orada qalıq yoxdur. Oturub alt-alta vurmağın da bir mənası yoxdur. Onda sən yapışırsan 27-dən. 27 deyilən bir qalıq olmaz 18-ə böləndə. Çünki 18-i aşıb. Ona görə gedirik kənarda 27-ni 18-ə bölüb qalığı biz ayırırıq. Bir dəfəsini çıxırsan, qalır 9. Uzun ömür can sağ. B variantı. Bax 60 da eynisidir. 60-da nə deyir? Yenə A bərabərdir 2, 3, 4, 5, 6, 7, 8. Üstə gəl 27-ni bölmək lazımdır 12-yə. Baxın 12-ni parçalayanda nə görürsən? 3, 4 deyə bilərsən, 2, 6 deyə bilərsən. Məsələn 3 vur 4, mən görürəm ki, burada var. 12-ni verir. Demək ki, bu hasil bütövlükdə 12-yə bölünür. Yan yörəsinə baxma. Qıraqdakı 27-dən yapışıram. 27 də 12-ni aşıb deyə təzədən bölüb qalığı sən ayırasan. 2 dəfə çıxırsan 24, qalır 3. O da hanı? D variantında. Keçdik 61-ə. MN sadə ədədlərdir. Amma MN-dən fərqlidir. Bu işarənin mənası fərqli. Eyni bir şey götürə bilmərsən. Deyir, MN-in hasilinin neçə sadə böləni var? Özündən 2 dənə sadə ədəddir. Məsələn, M2 verirəm. N-ə verirəm 3. N vurulsun N, elə 2 vurulsun 3 demək deyil. Burada sən neçə dənə sadə bölən görəsən. Sadə bölən demişdik ki, müxtəlif sadə vuruq deməkdir. 2 dənə müxtəlif sənin sadə vuruğun var. B variantı. İstəyirsən dəyişdir. 5, 7 qoy. Nə bilim 9, 11 qoy. Nə qoyursansa qoy tutacaq. 9 sadə ədəd deyil, 11, 13 deyil. 62-yə baxaq. Burada da yenə M-nə bayaq kimi qiymət verir. 2 olsun, N olsun 3. N vurulsun N nə deməkdir? 2 vurulsun 3. Natural böləndə biz demişdik ki, bunlardan neçə dənədir sayı bizə maraqlıdır. 2-dən də bir dənədir, 3-dən də bir dənədir. Onda natural bölənin sən bərabərdir. Bunların üstünə 1 gəlirdik, yadınızdadırsa. 1 plus 1, 1 plus 1, o da 2 vur 2-dən olur 4. Sən demə 4 dənə natural bölən çıxa bilər. Ondan o tərəfə keçməz. 63-ə keçid alaq. Nə deyir? Aralığında neçə dənə natural ədəd var? Mənfi ədəd oxun gəlinsə düzüm. Mənfi 20 buradadır, 11 buradadır. Məsələn, buralarda da bir 0 var. Natural ədəd uşaqlar ancaq müsbət olanlardır. Bir də aralıq deyirsə, bunu özün götürmürük də məlum məsələ. Buradan müsbət olan natural ədədlərə baxsan, 1-dən başlayır, 2-dən, nöqtə, neçədə qutarır? 10-a. 1-dən 10-a qədər də saya bilirik də 10 dənə natural ədəd var. Yəni, Y variantı. Sonra 64-də yenə ədəd oxunu çəksən, mənfi 3 burada, 8 burada, 0 da burada olsun. Neçə bu dəfə tam ədəd deyir. Tam ədəd deyəndə uşaqlar hamısını götürmək lazımdır. Aralıqda deyirsə, mənfi 3 ilə 0-ın arasında burada mənfi 2 var, mənfi 1 var, bir də 0-ın özü. 3 dənəsini mən buradan saydım. Mənfilər olaraq. Sağda da var axı. 1, 2, 3, gələsən ta ki 7-yə qədər. Aralıq dediyinə görə özün götürmürəm. 7 dənə də burada. 3, üstə gəlsin 7. 3 dənə 1, 7-dən 1, ümumi arada 10 dənə tam ədəd var. Yəni B variantı. Aralıq deyəndə yenə deyirəm, ortalar götürür ancaq qıraqlara baxmayın. 4-ə bölünən 2 rəqəmli natural ədədlər. 2 rəqəmli natural ədəd birinci 10-dan başlayır. Amma 4-ə bölünsün deyə mən 12-dən başlatmalıyam. Sonra 4 artırsan 12, 16, 20, nöqtə, gəlib 96-da bitir. Düzdürmü? İndi bunu oturub sən dənə-dənə imtahanda saysan yenə vaxt etkisidir. Bir sırada olan ədədlərin sayının ümumi tapılması üçün bir qayda var. Buna da ulduz qoyaq, qayda dəftərinizə yazın. N-say düsturu var, əslində silsilə düsturudur. Deyək ki, sən natural ədəddə hələ ki silsilə görməmsən, yadda qalsın deyə sözlərlə yazdıram uşaqlara. Deyirəm ki, axırıncı ədəddən çıx birinci dayananı, böl aradakı fərqi. Aradakı fərq bilirsən nədir? Neçə addım gedir? 3, 3, 4, 4, nədir o? Plus 1. İndi gəlin hesablayaq. N bərabərdir. Bu sırada axırıncısı 96. Çıxırıq birincisi 12-ni. Bölürük aradakı fərq neçə addım gedir? Plus 4, plus 4. Yəni bölürsən 4-ə, bir dənə də düsturun öz plus 1-i var.
Bunu da hesablayanda 96-dan 12-sini çıxaq 84 eləyir. Səhv eləmirəmsə, böl 4 plus 1, 21-in də üstə 1 gənə 22. Bu sırada səndə 22 dənə ədəd var. Oturub dənə-dənə saymaq yenə bizə sərf eləmir. Qayda daha qəşəng. C variantı. Keçəkmi 66-mıza? 6-ya bölünən 2 rəqəmli natural ədədlər. 12-dən başlayır. 18 belə-belə gedir. Bunun da axırıncısı yenə 96-da bitir. Yenə dənə-dənə saymırıq. Yuxarıdakı düsturu nəzərə alırsan. N bərabərdir. Axırıncı 96 çıx birinci 12. Böl aradakı fərq 6 addım gedir. Üstə gəl 1. İndi bunu da hesablasaq nə olur? 84 bölünsün 6 plus 1. 84-ün də içində 6 nə qədər? 2 ixtisar eləsək 42. 13-ü 14 dəfə. 14 plus 1 də verir 15 dənə. Sən demə bu sırada ədəd var imiş. 67-yə keçdik. İfadəsinin qiyməti natural olar. Gələk buna. Bu da ulduzlu suallardandır. Əgər sənə bir kəsrin qiymətinin natural ya da tam olmağını istəyirsənsə, oturub dənə-dənə yenə qiymət vermirsən. 1 verim, 2 verim, 3 verim, sonsuza qədər gedər vaxt etkisidir. Bunu yadda saxla ki, biz kəsrin riyaziyyatda qabaqki bölmələrdə də çox rastlaşasınız. Loqaritmasında, limitində falan filan. Həm sürətdə, həm məxrəcdə hərf görmək istəmirik. Ya bu sürətdə qalsın, ya məxrəcdə qalsın. Bunu da necə edirsən? Kəsrin belə bir qaydası var ki, məxrəcdə tək qalan hərf ya da rəqəm olanda sürəti ayrı-ayrı parçalayıb yaza bilərsən. Yəni n böl n üstə gəlinsin 12 bölünsün n formasında yaza bilirik. Bunu da eləməkdə məqsəd odur ki, n-lər ixtisar geçsin. Qalsın 1 plus 12 böl n. Bax, bir dənə bu hissədə n qaldı. İndi qiymət verə bilərsən. Buradan da qiymət vermək görünən bir şeydir. Necə? Məxrəcdə n 10 demək istəyir ki, sən 12-ni nələrə tam bölə bilərsən, nələrdə qalıq qalmaz. Onda n-i yenə 1 qoya bilirəm. 2, 12-ni 2-yə bölə bilərsən, 3-ə bölürsən, 4-ə bölürsən, 6-ya bölürsən, 12-yə. Başqa bir versiyada mümkün deyil. Natural dediyinə görə bunları götürürəm. Əgər tam söz işlətsəydi, qabağına bir dənə də plus minus artıracaqdım. Məsələn, indi neçə dənə ədəd düzmüşük? 6 dənə. 6 dənəsi naturaldır. Tam desə, bir də bunların əksi var axı, gərək 2 qatını götürəsən, 12 dənə. Amma hələ ki 6 dənə natural qiymət yarandı. Y variantı. İnşallah ki, başa düşüləndir. Bir izah edirəm. Tərəddüd içindəyəm ki, nə dərəcədə başa düşürsünüz. Növbəti də bunun kimi neynirik? Ayrı-ayrı bölüşdürürük. 2n böl n üstə gəlsin 15 bölü n. İxtisarlarımızı aparaq. 2 üzərinə gəlsin 15 bölü n. Ya bax, yenə natural deyir. Tam söhbəti eləmir. İndi gəl qıraqda yaz ki, 15-i sən nəyə bölə biləsən? Qiymət verməndə çalışın 1-dən başladın. 7-dən, nə bilim, 8-dən getmə. 1-ə bölə bilirəm, 3-ə bölə, 5-ə, bir də 15-ə bölə bilərsən. Başqa bir versiya mümkün deyil. Demək ki, 4 dənə versiyamız var. C variantı. Uzun ömür, can sağ ol. 69-a getdik. Ədədi 15-ə böləndə. Hansı ədəddən söhbət gedir bilmirəm. X-i bölüblər 15-ə. Qalıqda 13-dür. Burada natamam qismətdə nə var? Verməyib. Verməyibsə bir zəhmət özümüzdən bir hərf əlavə eləyək. Məsələn, mən y artırdım. Deyir ki, həmin ədədi 5-ə böləndə nə olar? Birincisi, mən bu həmin ədədi tapım görüm nə imiş başlanğıcda. Birincinin də tapılma qaydası nə idi? Ortaları bir-birinə vururduq. Üstünə gəlirdik qalığı. Düzdürmü? Sən demə, sənin x-ının yerində belə bir ifadə dayanır. 15y üstə gəl 13. İndi deyir ki, götür bu ədədi 5-ə böl, görək qalığımız nədir? Bunu da gəlin 5-ə bölək. 15y-in içində 5 tam bölünür. 3y deyə bilərəm. 3-ü 5-ə vuranda 15y çıxılır. Burada qalıq yoxdur. 13-ü düşürdürsən aşağıya. 13-ün içində 5 2 dəfə. Çıxıram buradan. İkisin 10 yaranır. Qalıq 3. Yəni son qalın olur 3. D variantı. Sonra keçək 70-ə. Yenə ədədi 30-a böləndə hansı ədəd bilmirik. X olsun. Böldürə 30-a, natamam qismət yoxdur, y yazaq, qalığı 17-dir. Bu ədədə 6-ya böləndə, birincisi x-i tapanda olur 30y, üstə gəlsin 17. Həmin bu 30y plus 17-ni də 6-ya bölmək üçün budaqlı bölmədən yararlananda, onsuz 36-ya tam bölünür. Orada bir qalıq yoxdur. 5y yazım yenə, çıx 30y, baxın bölünür. 17-ni aşağıya düşürdürsən, 17-nin içində 6 neçə dəfədir? 2 dəfə. Çıxırsan 12-sin, sonda qalığın olur 5. O da A variantı. 71-ə keçdik. Deyir ki, 3-ə, 4-ə, 5-ə böləndə. Uşaqlar, həm 3-ə, həm 4-ə, həm 5-ə bölünən ədəd, bu sənin əkobundan söhbət gedir.
Yəni əköb gedib qıraqda 3, 4, 5 hesablamalısan. Qalıqdır 2, qalıq həmişə həmin ədədin üzərinə gəlinir. Plus 2 yazırsan. Gedək hesablayaq. 3, 4, 5-in əköbü nə olacaq? Bunlar onsuz da özləri sadə vuruqlarına ayırmağa ehtiyac yoxdur. Ən böyük 5-i götürəsən, 5-i vurasan bunların hasilindən 12, 60. Yəni mən gedib 60 desəm, 60 bunların üçünə də tam bölünür. 60-ın da üstünə 2 gələndə 62. Şifahi görə bilmirsinizsə, gedin bu formada sütunlar üzrə bölün, sonra əköbünü tapın. Kimin ürəyi necə istəyirsə. Amma bu şifahi sualdır, belə dəhşətli bir sual deyil. 72-yə keçib alaq. Yəni deyir 2-yə, 5-ə, 7-yə böləndə, yəni hər üçünə bölünmək, yenə əköbdən söhbət gedir. Qalıq da bir, üstünə də 1 gələrik. Onsuz da bu 2 rəqəmli söhbətindən də fikir verin, biz 2 rəqəmlə də tapırıq zaten. 2, 5, 7-nin də əköbü məlum məsələ 70-dir, üçünə bölünən. 70-in də üstə 1 gəldi, 71 A variantı. 73-ə keçək. Əköb 2x, 3x bərabər 90. Birinci məsələ uşaqlar. Bu mötərizənin içində istəyir əbob tapılsın, istəyir əköb tapılsın. Mötərizənin içində eyni bir hərf varsa özünüzü yormayın. Onu mötərizə xaricinə çıxardın. X-lər təkrarlanır deyə o x atıram qabağa. Olur onda əköb 2 ilə 3. Bunu hesablamaq daha qəşəngdir. Biz 2 ilə 3 bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadələrin də əköbü onların axı hasili idi. 6. Yəni onda yazırsan x vura 6 bərabər 90-a. X da buradan qəşəng çiçək kimi çıxır. 15. Yəni hanı bu 15-imiz? D variantı. 74-ə keçdik. Hanı bu? Əbob verib. Yəni dediyim kimi əbob da olsa, əköb də olsa o hərf qabağa çıxmalıdır. Eyni şeyi içəridə saxlamağın, tutmağın bir mənası yoxdur. X-i atıram qabağa. Olur əbob 4, 6. Əbob da nə idi? Eynilər. 4 ilə 6-nın hər ikisinin ortaq bölündüyü 2 var. Düzdürmü? Başqa bir şey yoxdur. Onda gəlib yazırsan x vur 2 bərabər 20. X-in də olur 10. Belə 75-inə keçim. Əköb bunu verib A plus B cəmin ən böyük qiyməti. Gəl yazaq. Əköb AB bərabər olsun 17. A plus B cəminin ən böyük qiyməti. Əköb 17. Buradan bir yola çıxaq ki, 17 bir sadə ədəddir. Düzdürmü? 17 olmağın mənası əköb ümumiyyətlə böyük ədədlər olurdu. Cavabda fikir verin. Hesablayanda əbob daha kiçik bir şeylər alınır. Əköb daha böyük bir şeylər alınır. Burada bircə dənə versiya var ki, bu ədəd 1 ilə 17 olub ki, bunun əköbünü sən gətirib 17 yaza bilərsən. Yəni başqa bir versiya mümkün yoxdur. Ən kiçik də istəsə budur, ən böyük də istəsə budur. Başqa bir şey istəyə bilməz. A plus B cəmi də olur 18. Dediyim kimi o 17-nin yanına mən başqa bir ədəd yazsam, 2 17 yazsam, on gərək əköbü 34 olsun. Nə bilim 3 17 yazsam 51 olsun. Gərək 1 17 olsun ki 17-ni mən böyük ədəd qəbul edib əköba verə bilim. O da Y var. Yəni onun o ən böyük yazmanın bir mənası yoxdur onsuz. 76-ya keçək. A B-dən fərqlidir. Əköbümüzü də verib. A B 11. Bayaqki məsələdir yenə. Bura mən 11 sadə ədəd. Normalda əköb hesablayanda fikir versin mürəkkəb ədədlər olur. Əgər əköbün cavabı sadə ədəddirsə, bilin ki orada biri 1-dir. Yəni 1 ilə 11-dən söhbət gedir. Başqa bir hal mümkün deyil. Onda cəmi olur 12. Yəni Y variantı yenə. 77-mizə keçid alaq. A-nın B-yə nisbəti bərabərdir 2-nin 3-ə. Bir də bizə verib əköb AB 42. Birinci məsələ, hamı bunu çarpaz vura bilir deyə düşünürük. Tənasüb. İlk gördüyümüz şey əzbərə gəlsin bax. 3A bərabər 2B-ni dedim. Və belə bir qaydamız var ki, heç bir hərf öz yanından rəqəm götürmür. O biri tərəfdən götürür. Yəni A 2-ni götürür, amma boş 2-ni götürmür. 2K ilə götürür. A-ya yazırsan 2K, B-yə də yazırsan 3K. Tamam mı? A-nı B-ni yazandan sonra gətirib burada yerinə qoyuruq, əköbün yerinə. Onda deyəcəm ki, əköb demək 2K, bir də 3K bərabər imiş 42. Bunu da yadımıza salaq ki, ortaq bir hərf varsa, bunu veririk mötərizə xaricinə. İçəridə saxlamağın bir mənası yoxdur. K vurulsun, əköb içəridə 2, 3 bərabərdir 42. K vurulsun 2 ilə 3 qarşılıqlı sadə ədəddir deyə bunların əköbü bunun hasil olur. Yəni 6 bərabərdir 42. 42-ni də 6-ya böləndə 7.
K-nı 7 tap. Yeni deyirəm, qaça cavab götürməyin. Burada AB sizi gözləyir. Gətirin yerinə qoyun. 2 vur 7 14, 3 vur 7 21. Bu da səndən A-nı istəyir misalın sonunda. Yəni 14. B variantı. Bu belə. Sonra keçək 78-imizə. A bölü B bərabər 5 bölü 2. EBOB AB bərabərdir 8-ə. Çarpaz vuranda yenə 2A bərabər 5B-dən. Çarpaz vurmadan da belə görə bilərsə, kəsr versiyasında deyim sizə. A 5-ə baxır, düzdür. B də 2-yə. Kəsrlə olanda belə baxdığı yeri K nisbəti ilə götürmək olur. A-ya 5K, B-yə 2K artıra bilirsən. Gətirib yerinə yazsaq, EBOB 5K və 2K bərabərdir 8-ə. Yenə bu ortaq K-nın bir işi yoxdur burada. Mötərizə xaricinə çıxardırsan, K vurulsun EBOB 5-2 deyək. 5 ilə də 2 qarşılıqlı sadə ədəddir deyə. Bunların EBOB-u təbii ki olur 1. Yəni K vurulsun 1 bərabər 8-dən K-nı tapdıq. 8 yenə qaça cavab götürmürük. A-nın B-nin qiymətini gətirək yerinə qoyaq. 5 vur 8 40, 2 vur 8 16. Bizdən də nə istəyir buradan? B-ni istəyir. Yəni 16. A variantı. 79-a keçid aldıq. Özü burada bərabərlik şəklində verib 3A bərabər 5B. EBOB da deyir olsun 12. Olsun da nə deyirik? Buradan yenə öz yanından hərf rəqəm götürmür. A keçid alır 5-ə. A-ya 5K deyirsən, B-yə 3K deyirsən. Lap yaxşı. Gətirək indi bu EBOB hissəsində yerinə yazaq. EBOB 5K, 3K bərabər 12. Yenə o hərfin içəridə qalmağın mənası yoxdur. Mötərizə xaricinə çıxardırıq. K vurulsun. EBOB 5 3. Buradan da 5 ilə 3 qarşılıqlı sadədir deyə yenə bunların EBOB-u verir 1. Onda K bərabər olur 12. K-nı 12 tapan kimi gətirib yerinə qoyursan 5 vur 12 60 buradadır. 3 vur 12 36 burada. Axırda bizdən də B-ni istəyirdi. Yəni 36-nı. Y variantı. Keçək 80-ci sualımıza. Demək 4A bərabər 3B. Yenə eyni məntiqdir, yəni təzə bir şey yoxdur. EKOB AB bərabər 60. Baxın, öz yanından götürmür o biri tərəfdən. A-ya 3K deyirsən, B-yə 4K deyirsən. Gətirib burada EBOB-da yerinə yerləşdirsək, EKOB-da daha doğrusu. EKOB 4K və 3K bərabər 60-a. K-nı atırıq mötərizə xaricinə. K vurulsun. EKOB 4 3 bərabər 60. Dedik ki 4 ilə 3 qarşılıqlı sadədir deyə bunların EKOB olur hasili, yəni 12. Onda K vur 12 bərabərdirsə 60-a. K-nı tapdım 5. 5-i də gətirib burada yerinə qoyanda 15, 20. A-nın B-nin dəyərləri bu. Bizə də nə lazım idi? A-nın qiyməti yəni 15. B variant. Baxın, A-nı istəyir. İndi keçdik ətraflı izah olan suallara. 81-də nədir? BB ədədinin ən böyük sadə vuruq. Birincisi gedib bunu açaq. Nə deməkdir? B vur 1, üstə gəlsin B vur 10. Yəni 11 B deməkdir. B-ni yenə sən 1 də qoya bilərsən, 2 də, 3 də, düzdürmü? Yəni B-yə verəcəyin qiymət əslində 0 verə bilmərəm. 0-dan 2 rəqəmli ədəd başlamaz. B-nin qiyməti 1-dən 9-a qədər. Gəlin nümunə olaraq da yazalım. 11 vur 1 deyə bilərsən. 11 vur 2, nöqtə, 11 vur 9. Deyir ki, bu düzlüyün hasillərinin içindən ən böyük sadə vuruq nədir? Hər dəfə 11-dir. 11 aşan, orada rəqəm görməyəsən. Yəni bunun izahı 11. Sözlə də, yəni açıq suallarda, ətraflı suallarda bir izah üçün cümlələr yazın ki, yoxlayan müəllim başa düşsün nəyi necə eləmişsiniz. B, B, B. Yenə eyni məntiqdir. Bunu uzatmıram. Açanda olur 111B. Düzdür. 1B, 10B, 111B. Bu 111-i belə saxlamırsan, sadə vuruq deyəndə. Bax, bayaq 11-i niyə belə saxladım? 11 özü sadə ədəddir. Sənə sadə vuruq deyirsə, 111 axı sadə ədəd deyil, sən onu parçalamasan. 111-i gedib qıraqda sadə vuruqlarını ayıranda 3 dəfə 37, 37, 1. Yəni olur 3 vur, 37 vur, B. Bu vuruqların içindən də ən böyüyü çıxır 37. Sonra 83-ə keçək. Rəqəmləri cəminin
3 misli olan 2 rəqəmli ədəd. 2 rəqəmli ədəd götür ya abi. Hə, bax bu sualdan keçən dəfə bizim imtahanda, bizim kursun imtahanda salmışdılar. Uşaqlar götürüb özündən rəqəm verir. Deyir ki, məsələn, A-ya 1 verirəm, B-yə 3 verirəm falan. Rəqəm verməklə yazsaz, o nə qədər də böyük izahlar yazsaz, onun üstünə x çəkib 0 bal verəcəklər. Qaydası nədir? 2 rəqəmli ədəd deyirsə, götürürəm bir dənə AB 2 rəqəmli ədəd. Deyir bunun cəmi, yəni A plus B cəmi, cəminin 3 mislinə. Bu cəmi 3-ə vuranda, deyir həmin ədədin özü yaranır. O 2 rəqəmli ədəd yaranır. Sonra sən gedib bunu açıb tənlik həll eləməlisən ki, o yoxlayan müəllim görsün hardan aldın o rəqəmləri. Açanda olur 10A plus 1B bərabərdir 3A plus 3B. A'lar bir tərəfə, B'lər bir tərəfə. 10A'nın yanına 3A gəlir, çıxılır 7A. B də 3B'nin yanına gəlir 2B. Buradan da öz yanındakini götürmür. A2-ni, B7-ni götürür. Bura niyə K yazmırıq? Demişdik ki, qapalı ədədin altında olsa 0-dan 9-a qədər ədədlər olur da. K yazmasan da olar. Onda sənin başlanğıcda verdiyin AB2 rəqəmli ədədi 27-dir. 72 yazmayasınız, yer dəyişib. Birinci A-nı vermişik, sonra B-ni vermişik. O da önəmlidir. Bizə də nə deyirdi? Həmin 2 rəqəmli ədədi tapdıq. 27. Qəşəng sualdır, sınaqlarda görəsiniz. 84. Yenə rəqəmləri cəminin 4 misli olan 2 rəqəmli ədəd. AB 2 rəqəmli ədədi götürdüm. Rəqəmləri cəmi A plus B. Rəqəmləri cəminin 4 misli vurdun 4-ə. Deyir, bərabər olsun həmin ədədin özünə. Bayaq kimi gedib yenə açırsan. 10A üstə gəlinsin B. Bərabərdir 4A üstə 4B. Buradan da mötərizəni vurub açırıq da. Yəqin ki, bir problem yoxdur. A'lar yan yana gəlir. 6A bərabərdir. B'lər də yan yana gəlsin. 3B. Hər tərəfi 3-ə böləndə B bərabərdir 2A. Burada bir dənə yox, bir neçə dənə ədəd yaranır. Niyə? Çünki burada A'ya qiymət verəndə, məsələn, A'ya 1 verəndə B olur 2. A'ya 2 verəndə B olur 4. Çünki 9 aşmayıb da, mümkün versiyaları yazıram. A'ya 3 verəndə B 6, A'ya 4 verəndə B 8, amma A'ya 5 verə bilmirsən. Niyə? 5 versək B olur 10. Biz demişdik axı 0-dan 9-a qədər rəqəmləri yerləşdirir. Onda neçə dənə versiya yarandı? 4 versiya yaranır. Bu da səndən versiyaların sayını istəyir. Hanı vur? 2 rəqəmli ədədlərin sayını tapır. Demir hansı 2 rəqəmli ədədlər yaranır. Deyir sayını tapır. Deyəsən ki 4 dənədir sayı. Sonra 85-ə keçək. Deyəsəm sonra B variantı başlayır. Yox, hələ var burada. A ədədini verib. A, B yazmayayım. Gəlin burada yerinə köçürdük. A-nın yerinə yazaq. 34, 56, 7. Üstündə kvadrat işarəsi vurulsun. B-nin yerinə 23, 456 üstünə kub işarəsi. Deyir, bunu 9-a böləndə qalıq nə olur? Yəni, heç normal 20-yə qədər ədədlərini əzbər bilmirsiniz kvadrat kubun. Heç kim yəqin ki 4 rəqəmli, 5 rəqəmli ədədin kvadratın kubunu əzbər bilməz, 6-6-da gedib imtahanda vurmursan. Biz bayaq nə dedik? Qalıqdan söhbət gedirsə, bu ədədi ayrı 9-a böl, bunu ayrı böl, görək qalığımız nəymiş? Gəlin qıraqda bölək, baxaq. 34, 567, 9-a bölürəm. 34-ün içində 3 dəfə çıxaq, 27-sə. 7, 5, 8, 72, 3, 6, 4. Bu 7 də sürüşdü aşağıya. Bunun qalığı oldu 7. Növbətisində 23, 456. Böldük 9-a. 2 dəfə 18, 5, 4, 6 dəfə. 56 düşsün. Demək 6 dəfə çıxaq 54-ün. Bunun da qalığı oldu 2. Sonra nə edirdik? Gətirib yerinə yazırsan. Bax, birincinin qalığı 7-dir. Üstündə kvadrat işarəsi varsa atmırsan. Bunun üstünə kvadrat yazsan. Sonra vurulsun. İkincinin qalığı 2-dir. Bunun üstünə kub işarəsi var. Gedək indi biz bunu hesablayaq. 7-nin kvadratı 49. Vurulsun 2-nin kubu 8. Yəni bu sadə bir şeydir də. Gedib bunu alt-alta vurmağınız belə böyük bir dərd deyil. Gəlin vuraq göstərik. 49'u da hətta sizə belə bir şey deyim. Bunu da ayrı-ayrı 9-a bölüb qalığına baxa bilərsiniz. Bu arada bunu böl 9 yazım. Heç alt-alta vurmayaq. Sizi yormayaq. Bərabərdir. 49'u 9-a böləndə qalığın görük. 45 dəfəsini arsan 4 dəfə qalır. 4 vurulsun. 8 onsa 9-a bölünmür. Daha kiçikdir. 4 vur 8 deyəsən. 4'ü 8'ə vuranda 32. Bax 4 49-dan yaranan 4'dür qalıq. 32 də 9'a aşıb deyə 32-ni təzlənən 9'a bölürəm. İçində 3 dəfə çıxırsan 27-ni, yekun qalığın olur 5. Yəni sənin son cavabın buradadır. Bu 5-dədir. İnşallah ki başa düşülən olar. Sonra keçək 86-cı sualda. Yenə eyni məntiqdir. Baxın, bayaq kimi ayrı-ayrı qalıqlar tapmaq lazımdır. Demək, A-nın kubu 13, 579. Bunun üstünə kub vurulsun. 2, 4, 6, 8 üstündə kvadrat. Bunu yenə deyir ki 9-a bölünməsi. Eyni ədədlər deyil, yox.
İndi gəlin ayrı-ayrı bölək yenə 9-a. Bunu bölsək 13 579 böləndə 9-a. Bir dəfə çıxaq 9-un 4 45 5 tam bölündü. 79-u da gətirsək aşağı 8 72-si getsin. Buradan qalıq 7. Demək buna deyirəm 7. Növbətçinin qalığı 24 68-i 9-a bölsək 2 dəfə çıxaq 18-i 66-da 7. 63 38-də də 4 36 qalıq qaldı buradan 2. Sonra bu üstündəki qüvvətləri yenə nəzərə alırıq. 7-nin kubu bura, 2-nin kvadratı bura. Vurulsun. Bərabərdir, bu nə edir? 343 vurulsun 4. Bunu 9-a bölmək lazımdır. Gedib alt-alta vurmayaq yenə. Çünki biz 343 9-a bölüb qalığını ayıra bilərik də. Böyük ədədləri bölə-bölə kiçildir mümkün qədər. 34-ün içində 3 dəfə çıx 27-ni, qaldı burada 73, 8 dəfə 72, 1. Yəni bunun yerinə bərabərdir 343 yox, bu qalıqdan 1 yarandı, düzdürmü? 1 vur 4 kimi danışırsan, 1-i 4-ə vuranda 4. 4 də 9-u aşmayıb deyilə, sənin yekun qalığın olur 4. Daha da bir şey ehtiyac yoxdur. 87-yə keçək. Natamam qismət 3 və qalıq 4 olarsa. Natamam qismət birinci bölünən böləni yoxdur bizdə. X bölünsün. Budaqlı bölməni göstərik. Y. Burası 3'dür, qalığında 4'dür. Bölünənin ən kiçik qiymətini deyirsə, sən də burada bölənə ən kiçik qiymət verməlisən. Gəl belə danışaq. Həmişə qalıq bu böldüyümüz ədəddən kiçik olmalıdır. Yəni Y bu 4-dən böyük olmalıdır. Y-ə nə verə bilirsən? 5, 6, 7, belə-belə gedir. Ən kiçik qiymət deyirsə, biz də gətirib Y-ə 5 verməliyik. O zaman X bölünsün 5 bərabər 3, qalıqda 4 varsa, yəqin ki bölünəni istəyir də, düzdürmü? Bölünənin ən kiçik qiymət, yəni X istəyir. Buradan da tənlik kimi həll eləyəndə 5 vur 3 üstə gəlinsin 4, 15-in də üstə 4 gəlirsən 19. 87-nin cavabı 19. 88-ə keçək. Yenə natamam qismət, budaqlı bölmə var. Natamam qismət burada yazır. Natamam qismət 4, qalıq 6-dır. Nəyə bölüblər bilmirik. X, Y deyək yenə. Baxın bu Y qalıqdan böyük olmalıdır. Y böyükdür 6. Yenə ən kiçik qiymət deyirdisə, Y-ə buradan versən 7. 6-dan böyük sonsuza qədər ədəd var belə baxanda. Y-in yerinə 7 qoyanda X bölü 7, natamam qismət 4, qalıq 6-dırsa, X də bərabərdir. 7-ni 4-ə vurub üstünə 6 gəlirik. 28-in də üstə 6 gələndə 34. Həmin ən kiçik ədədimiz 34-üymüş. Sonra 89-a baxaq. Əköp var, A'nın ala biləcəyi ən kiçik qiymətlərin sayı danışa da bilmədim. Əköp A ilə 126. Biz deyirdik ki, bu mötərizə içindəki ədədlərdən biri cavab olaraq yazılıbsa, burada bir dənə versiya var. Yəni bu ədədlərdən biri o birisinə tam bölünür. Bizdə əkobda böyük olanı götürdük, əbobda kiçik olanı, düzdür? Onda biz belə başa düşürük ki, 126 A-dan böyük olur və 126 A-ya tam bölünməlidir. Burada qalıq ola bilməz. Onda A-ya qiymətlər veririk. 1 verə bilərsən, 2 verə bilərsən. Gəlin hətta 126 mən sadə vuruqlarını ayırım ki, sizə tam bölündüyü ədədlər deyim. 2 ayıranda 63, 3'ə ayıranda 21, 3'ə 7, 7, 1. Bunun ala biləcəyi qiymətlər elə əslində səndən bunun natural bölənlərini istəyir. Yəni 126-nın neçə dənə natural böləni var? 1, 2 gəlib 126-da dayanacaq. Bunu dənə-dənə düzməmək üçün natural bölən qaydasına gedirik. Burada demək 2-dən 1 dənədir, 3-dən 2 dənədir, 7-dən də 1 dənədir. Natural böləndə bizə bunların qüvvətləri lazımdır. Yəni gəlib kənarda deyirsən ki, 1 plus 1, 2 plus 1 və təzədən 1 plus 1. O da nə olur? 2 vur, 3 vur, 2, yəni 12. 12 dənə burada versiya yaranacaq. Qiymətlərin sayı A-da 12 dənədir. 89-da yəni. Sonra keçək 90-a. 12 dənəmi, 11 dənəmi deyək. 126-nın özünü götürə bilməyəcək. 126-dan 1 kiçiyin götürəsən. Yəni burada 12 çıx, 1, 11 nəzər alın. 126-nın özünü götürmür yaxı. Onda diqqət eləyək. 90-da yenə eyni tipdir. Əkyob A ilə 248-in cavabı 248 isə buradan belə başa düşürük ki, 248 A-ya tam bölünməlidir. A-nın da qiymətləri üçün natural bölənə gedək. 248-in bölünə bildiyi hər şeyi yazırsan 248-dən başqa. Sadə vuruqlarını ayıraq. 2,
124, 2'ye 2 deyib 6 yazmam. 62, 2'ye 31, 31 də 31'ə bir dəfə. Demək, natural bölən üçün hərəsindən neçə dənədir? 2-dən 3 dənədir, 31-dən 1 dənədir. Bu üstdəki ədədlərin üzərinə 1 gələk. 3 plus 1 vurulsun, 1 plus 1. Əslində 8 dənə eləyir. Yenə dediyim kimi, bu 1-dən başlayır, 1-ə bölünür, 2-ə bölünür, 4-ə bölünür, 248'ə qədər bölünür. Amma A demişik axı 248-dən kiçik olmalıdır. Ona görə 248'in özün götürmürsən deyə buradan həmişə bir vahid çıx. 8'dən də 1'in çıxıram. Yekunda 7 dənə versiya yaranır bunun üçün. Yəni burada 7 versiya. 91'ə keçək. Uyğunluğu müəyyən eləyək. Bu şifahi sualda nəyə bölünür? Demək, 4'ə bölünən varmı görək? Bax, sonu 32, bu 4'ə bölünür. Demək, 1'ə, 1, 2, 3 deyək. 1'ə A uyğun gəlir. Sonra 6'ya bölünməyin yoxlayaq. Sonu cütdür, 2'yə bölünür. 6'ya həm 2'nin, həm 3'ün qaydası keçərli daha. 2'ni ödəyir. 3'ə baxaq, cəmi eləyir 5, 5, 10. Yox, 3'ə bölünmürsə, demək ki 6'ya da bölünmür. Uyğun gəlmədi bu birinciyə. Sonra 5'ə bölünmə budur, sonu 5 ilə qutarır. 2'yə B uyğun gəlir. Növbəti 8'ə bölünür, 9'a bölünür. Bu 27, 27, 9'a bölünəcək. 3'ə Y yazaq. Bir də 6'ya bölünməyə, hədə sonu təkdirsə 6'ya avtomatik bölünmür, 8'ə də bölünmür bunların heç biri. Uyğun versiya budur, A, B, Y. Bəzən amma bir varianta 2 dənə hərf də uyğun gələ bilər. Mümkün qədər hər birini yoxlayın. 92'də. En natural ədədi üçün uyğunluq həmişə təkdir. Gəl belə eləyək. Bunun cavabı N'in yerinə nə qoyursansa qoy, həmişə tək olmağına gəl baxaq. A variantında N'in yerinə 1 qoyanda 1 plus 3 bərabərdir. N'ə həm 1 vermək lazımdır, həm 2. Qoy ikisini də kənarda yazım. 1 verəndə 1 plus 3 verir 4. 2 verəndə 2'nin kvadratı. 4 üstə gəlsin 6, 10. Yəni N'ə nə versənsə ver, A'da ancaq cüt yaranır. Həmişə cüt, bax buna aiddir. Gəlib qıraqda deyək. 1, 2, 3 formasına düşsək, 2'yə uyğun gəldi A. Sonra B variantın yoxlayaq. N'in kubu plus 1. Demək 1 qoyanda 2 alınır. Buradan qoy yazım. 1 qoyanda 2 alınır. 2 qoyanda 2'nin kubu 8 üstə 1, 9. Bəzən tək, bəzən cüt. Həm tək, həm cüt ola bilər. Bax 3'ə B uyğun gəlir. Sonra C'ni yoxlayaq. 2n kvadrat plus 3. Demək 1 qoyanda 2 plus 3 5 eləyir. 2 qoyanda 4, 2, 8, 3, 11. Ancaq tək alınır. Həmişə təkdir, 1'ə uyğun gəlir. Yəni 1'ə C, buranı da təmizləyək. 1'ə C-ni aldıq. D variantı ilə yeni də yoxlamaq lazımdır hər ehtimala qarşı. N kvadrat plus 2n plus 1. Demək 1 qoyanda 1 üstə 2 plus 1 verir bizə 4. 2 qoyanda 4 üstə 4 üstə 1 verir 9. Həm tək, həm cüt ola bilər. Bax, bu D variantı. Uyğun gəldi həm tək, həm cütə. 3'ə yəni bir dənə də D artırırsan yanına. O bayaq dediyim bir rəqəmə 2 dənə variant uyğun gələ bilər. Yeni də yoxlayaq. 2 n plus 1. Demək n'in yerinə 1 qoyanda 2, 2, 4. N'in yerinə 2 qoyanda 6. Ancaq cütdür. Həmişə cütdür. Onda 2'yə uyğun gəlir Y. Burada oldu Y. 1C, 2A'ya, 3B'dir. Uyğun versiyalarımız bunlar. Sonra 93'də də uyğunluq müəyyən eləmədi. Neçə sadə vuruğu var, natural böləni var. Gəlin hər biri üçün ayrı-ayrı danışaq. 200 ayıraq, 144'ü ayıraq, bir də 162'ni. Demək birinci bu olsun, ikinci bu olsun, üçüncü də bu olsun. 202'ye 100, 2'ye 50, 2'ye 25, 5'e 5, 1. 2, 72, 2, 36, 2, 18, 2, 9, 3, 3, 1. 2, 81, 3, 27, 3, 9, 3, 3, 1. Hamısını ayırdıq. İndi neçə müxtəlif sadə vuruq var. Bunda müxtəlif 1, 2 dənədir. Bax, burada yazıram hərəsinin altına. Burada 2 dənə müxtəlif. Burada 1, 2 dənə. Burada da 2 dənə müxtəlif. Burada 1, 2. Hərəsində 2 dənə müxtəlif var. Görə 2 dənə müxtəlif sözü işlətməyib. Demək 3 müxtəlif sadə vuruq heç birinə uyğun gəlmədi. 4 sadə vuruğu var.
Ümumilikdə 4 sayda vurğu olan yoxdur. Hamısı 5-dən çoxdur. Bu da heç nəyə uyğun gəlmir. C variantına baxaq. 6 sayda vurğu var. 2, 4, 5, 2, 4, 5, 2, 4, 6. Demək 6 dənə sadə vuruq. Baxın ikinci versiyadadır. Bu C variantı gəlsin bura. 1, 2, 3 yazaq. 2-yə C uyğun gəldi. Bunu qabağını 2 yazaq. 2 ilə uyğunlaşdı. 10 dənə natural böləni var. İndi gəlin hərəsində altına natural bölənini yazaq. Bunun üçün sayılar lazımdır. 2-dən burada 3 dənədir. 2-nin kubu vurulsun. 5-in üstü 2 yazaq. Burada 2-dən 2, 4 dənədir. 2-nin üstü 4 vurulsun. 3-ün üstü 2 kimi. Burada da 2-dən 1 dənədir. 3-dən də 4 dənədir. Natural bölən tapanda bunların qüvvətlərinə baxırdıq. Düzdürmü? Onda hər birinin natural böləni tapsaq, bunun natural böləni bərabərdir. 3 plus 1 vurulsun. 2 plus 1. Yəni 4-ü 3-ə vursan 12 dənə burada çıxır. Bunun natural böləni üstünə 1 gəlib birbaşa yazıram. 5 vur 3, yəni 15-dir. Bunun da natural böləni 2 vurulsun 5, yəni 10-dur. İndi baxaq. 10 dənə natural bölən 3-cüdə uyğun gəldi. Yəni 3-ə gətirib yazırsan D variantı. 12 dənə də natural bölən, baxın birinci-də idi. Bu birinciyə də yazırsan Y variantı. Y, C'dir. Uyğunluq bu. Sonra 94-də keçək. A, B-dən böyük olsun şərt verib, yəqin ki, bu qapalı ədədləri açmaq lazımdır. Birinci də AB üstə gəlinsin BA, elə öz qarşısında açaq. 10A plus B, 10B plus A, yəni olur nə? 11A üstə gəlinsin 11B. 11-i də buradan uzaq başı ortaq vuruq çıxardarıq, birazdan lazım olsa. Çıxarsaq yaxşı olar. Nəyə bölünür, vurulur, görünsün. 11 vurulsun A plus B. İkincini sadələşdirək. AB çıxılsın BA yazıb. Bunu da açanda nə olur? 10A plus B. Burada əslində BA-nın açışı 10B plus A-dır. Qabaqdakı mənfiyə fikir verin. Qarşıda çıxma işarəsi varsa, hamısı çıxla-çıxla yazılır. Yəni, çıx 10B, çıx A. Ona diqqət edin ya da mötərizədə yazın. Bərabərdir. 10A-dan 1A-sı gedir 9A, çıx 9B. 9-u da ortaq vuruq çıxardanda A minus B bu şərti də ödəyir. Baxın, A B-dən böyük olsun ki, cavabımız müsbət olsun. Bir də üçüncü versiyaya baxaq. ABC çıxılsın BC. Bu da nə deməkdir? 100A üstə 10B üstə C, çıx 10B, çıx C. Buradan 10B-lər, C-lər gedər. Bunun da cavabı olar 100 dənə A. İndi uyğunluğu müəyyən edək. Birincisi 11-ə bölünür. Məsələn, 11-ə bölünən buradadır. C buradadır. Sonra ikincisi 9-a bölünür. 9-a bölünən D burada. Üçüncüsü də 100-ə bölünür və yaxud da ki 10-a da bölünür demək olar. 100-a 10 vurulsun 10 kimi baxmaq olar. 3-ə də B. Uyğunlaşdıraq. 1C, 2D, 3B. Cavabımız bu. 95-ə keçid alaq. Əbob verilib, əkov verilib. İndi buradan şifahi sual uşaqlar. Əbob 1-dirsə, bu bir hazır qaydadır. Ancaq qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. Yəni 1-ə A uyğun gəlir. Sonra baxım görüm. Əkob AB A-dır. Bu nə deməkdir? Yox. Bu A deyil. A ədədi B-nin bölənidir. Bu da deyil. Əkob AB AB-dir. A ədədi B ədədinin bölənidir. Yox. 1-ə qarşılıqlı sadə olduğuna görə bu uyğun gəldi. İkinciyə baxaq. Əbob AB gəlib A-nı göstəribsə, biz buradan başa düşürük ki, AB-nin bölənidir. Yəni, daha doğrusu A kiçik olandır. A ədədi B-nin bölənidir. Burada B-nin şəkilçisi olan böyüydü. A kiçik olanı idi axı. Buna uyğun gələn C-dir. 2-yə yazırsan C. Başqa burada bir versiya varmı ki, bunların hasili bu deyil. Bir də burada bunu itirmişəm uşaqlar. Baxın, əkob AB olması üçün qarşılıqlı sadə olmasıdır. Düzdür? Bax, birinciyə həm bu uyğun gəlir A və B qarşılıqlı sadə olsun. Həm də onların əkobu hasil olsun. Ona görə 1-ə bir dənə də D variantı artırmaq lazımdır. 3-ə keçək. A ədədi B ədədinin bölənidir. Bu nə deməkdir? B-nin bölənidir. Bölünənidir. Böləni ilə böləni eyni şey deyil. Buradan qoy ayrı-ayrı bu iki versiyanı sizə yazım. Demək, A ədədi B ədədinin bölənidir deyirsə, burada B böyükdür, A kiçikdir. Mənim o dediyim qaydada nin şəkilçisində böləni sözündə idi. A ədədi B ədədinin bölünənidir deyirsə, onda A burada böyük olandır, B kiçik olandır. İndi
Bizdə əbobumuz əgər B-yə bərabərsə, əbobda biz biri o birisinə bölünəndə kiçiyi götürürdük axı. Demək ki, B kiçik olmalıdır. B-nin də kiçik olduğu yer Y-dir, C deyil. Yer dəyişik yazmayın. Uyğunlaşma da bu. Dediyim kimi danışmaq üstündən çıxan bir şeydir. Bir hesablama yox idi 95-də. 96-ya keçək. Bölünən A, yəni birinci dayanan A. Bölən 18, natamam qismət 12, qalıqda 14-dür. Bir dəqiqə, bunu niyə belə yazdıq? Natamam qismət 12, qalıq 14. Birinci A-nı tapaq, sonra natural böləndən danışarıq. A bərabərdir 18 vur 12, üstə gəlsin 14, düzdürmü? 180 oradan, 36 da oradan, 216, üstə də 4 gələk, 230. A ədədimiz 230. 230'u da indi sadə vuruqlarına ayıraq. 2, 115, 5'ə, demək 23, 23 də 23'ə bir dəfə. Natural bölənin də tapılma qaydası nə idi? Bu ədədləri qüvvətlə yazsan 2'nin üstü 1, 5'in üstü 1, 23'ün üstü 1. Bu üstündəki ədədlərin hər nədirsə 1 olmaya da bilər. Üstünə 1 gəlib bir-birinə vururuq. 1 plus 1, 1 plus 1, 1 plus 1. O da eləyir 8. A-nın 8 dənə natural böləni var. Keçək 97'yə. A bərabərdir 6 vurulsun 25'in üstü n. 20 dənə natural böləni olarsa. Birincisi bu yazılış düzgün deyil. Biz bunu parçalayanda qüvvət kimi yazmaq lazımdır. 6'nı birinci parçalayırsan 2'nin üstü 1, 3'ün üstü 1. 25'in də yerinə 5'in kvadratı yazarsan 5'in üstü 2. Ki aşağılar sadə ədəd olsun ki mən bunun natural bölənliyinə baxım. 6 da mürəkkəb ədəddir, 25 də mürəkkəb ədəddir. Biz belə natural bölən tapırdıq. Sonra yenə bunların üzərinin üstünə 1 gəlirsən, yazaq 1 plus 1, 1 plus 1, bir də 2n plus 1. Deyir ki, bunun hesablayanda natural bölən 20 olmalıdır. Bərabər 20 deyil. Bunu da hesablayanda 2 vur, 2 vur, 2n plus 1 bərabərdir 20'yə. 20'ni 4'ə bölürsən, 2n plus 1 bərabər 5'ə. N nə olur ki? N'i tapdıq. İndi bizə deyir ki, A-dan kiçik A ilə qarşılığı sadə. N'in yerinə 2 qoyub həmin o A-nın nə olduğunu tapmaq lazımdır. A bərabər olur nəyə? 2 vurulsun, 3 vurulsun, 5'in üstündə. Bu N'in yerinə 2 qoyanda olur 4. Bundan kiçik qarşılığı sadələrində qaydasını, düsturun yadınıza salıram. A vurulsun, yadınızdasa 1 çıxılsın, A-da 1, 1 çıx, B-də 1, 1 çıx, C-də 1 bu formada gedir. Bu düstur həm özündən kiçik qarşılıqlı sadələri tapır, həm də ixtisar olunmayan kəsirlərin sayını tapır. Onda yazıram A-nın yerinə 2, 3, 5'in üstü 4. Bu A, B, C-də müxtəlif vuruqların yerinə yazılır. Yəni 1 çıxılsın 2'də 1, 2, 3, 5 altları lazımdır bizə. 1 çıx 3'də 1, bir də 1 çıx 5'də 1. İndi hesablanmasına keçək. Bərabərdir 2 vur, 3 vur, 5'in üstü 4 qalsın. Növbəti hissəmiz olur 2'də 1, 3'də 2 və 5'də 4. 2 ilə 2 ixtisar getsin, 3 ilə 3, 5'in 1 ilə bu 5'in 1'i gedir. Yəni 4 dənədən gedir, biri qalır kubu. Vur 2, vur 4. 5'in kubu 125'i də 8'ə vuranda eləyər 1000. Yəni 1000 dənə qarşılığı sadə ədəd varmış. Oturub bunu imtahanda 1000 dənə ədədi dənə-dənə düzmək yaxşı olmazdı yəqin ki. Keçək 98'ə. Burada nədir? AB natural ədədlər üçün hasil verib. Ortaq olmayan söhbəti həmişə C-yə aiddir. C bərabərdir 2. Əkob üstə əbob. Bunun bir düsturu var. Əkob üstə gəlinsin əbob. Deyirdik ki, AB və C verilirsə, kök 6 düsturuna getmək lazımdır. Yəni, əkobun yerinə yazıram, kökün altında A vur, B vur, C. Əbobun yerinə yazırıq, kök altında AB böl C. İndi gəlin hesablayaq. Kökün altında 72 vur 2. Üzərinə gəlsin, kökün altında 72 böl 2. O da bərabərdir. 2'yə vuranda kök altında 144, üstə gəl 36. Ayrı-ayrı kök çıxardırsan, 12 plus 6 da verir 18. Yekunu bu. Sonra burada aldıq 18. 99'a keçək. Yenə eyni məntiqdir. Ortaq olmayanlar C12'dir. Bu dəfə əkobu verir. Nə qəşəng? Əkobumuz 180'dir. A-nın mümkün qiymətlərinin cəmini istəyir. A bərabər sol. Əvvəlcə gəl biz belə bir şey eləyik. Əbobun bunu tapa bilərik. Əbobu tapandan sonra A vur
B-yə bağlamaq olar. Demək, əkobu bu düstura gedək də yaxşı olar. Əkobu əboba böləndə onsuz da olur C. Yəni 180 bölünsün əbob desək, cavab bərabərdir 12-yə. 180-i 12-yə böləndə əbob AB olur 15. Düzdürmü? Sonra buradan gəlin belə bir versiya irəli sürək. Əbob həmişə bu iki ədədin A-nın B-nin nə olduğunu bilmirəm, amma ikisinin də ortağından götürülür. Yəni A-nın da içində 15 vur nəsə var, B-nin də içində 15 vur nəsə var. O nəsəni bilmirik deyə, məsələn KM götür, MN götür, 2 dənə təzə hərf artırırsan. Sonra bu A-nın B-nin qiymətini əkob demişdi bizə 180-dir. Orada mı yerinə qoyum? İndi bir saniyə. Əkobun AB ilə və C ilə bağlı düsturu var. MN-i oradan tapa bilərsən. Əbobdan da tapa bilərik. Əli qərəz. Buradan götürüb gəlib yazıram. Deyirəm ki, əkob bərabər idi. Kökün altında AB bölünsün C. AB vur C daha doğrusu. Yəni 180 bərabərdir. Kökün altında 15M vurulsun 15N vurulsun C-nin yerinə 12. Hər tərəfi kvadrata yüksəldək, o köklər geçsin. Onda olar 180, biraz uzun olacaq. Misal 180, 15M vur 15N vur 12. Buradan da gəlin ixtisar eləyək. 15 ilə 180-ın biri gedir, 12 buradan, 15 ilə 12. Bu 12-nin biri ilə də biri gedir. M vurulsun M bərabər olur 12. Sonra belə bir qayda var uşaqlar, vacib bir qaydadır. Biz bayaq ki, bu MN artırdığa A-ya B-yə deyir ki, bu artırdığın ədədlər həmişə qarşılıqlı sadə olmalı. Bax, bura bir dənə ulduz qoyub yazıram ki, MN qarşılıqlı sadə olmalıdır. İndi gəlin, hasili 12 olan ədədləri düzək. Nə yaza bilərsən? 1, 12 yaza bilərsən, 2, 6 yaza bilərsən, 3, 4, bir də əkslərini düzürük də, 4, 3, 6, 2, bir də 12, 1. Bir də bu əbob əkob söhbətidir ki, normalda 1 ilə 12 bir-biri ilə qarşılıqlı sadə deyil. Qarşılıqlı sadə deyə əslində belə deyək də, hər ikisi ortaq 1-ə bölünür, başqa da bir şeyə bölünmür. Amma 2 ilə 6-nı qarşılıqlı sadə götürə bilmərsən, 6 ilə 2-ni götürə bilmərsən. Əgər mən buna A, buna da B verirəmsə, A-nın mümkün qiymətləri nə yaranır? 1, 3, 4, bir də 12. Versiyalar bu. Bizdən nə istəyir? A-nın mümkün qiymətlərini cəmləyək. 1, 3, 4, 12 verir bizə nə? 8, 20. A-nın mümkün qiymətlərinin cəmi 20. Uzun bir analiz istəyən sualdır. Baxın, ümumilikdə belə görünür. Keçək 100-cü sualımıza. 100 neçədə nə idi bu test görüm? 100-də nədir? Sonra B variantı gəlir. Demək, bu ədədindən kiçik natural ədəd çıxmaq lazımdır. 9876-dan nə çıxmaq lazımdır bilmirəm. X olsun. Çıxmaq lazımdır ki, bu ədəd 18-ə 24-ə 42-yə qalıqsız bölünsün. Bu deməkdir ki, get qıraqda sən bunların əkobunu tap. 18, 24 və 42-nin əkobunu tapaq. Bunda sadə vuruqlarını ayırmaram. Gəlin hasil kimi yazaq. Məsələn, 18-in yerinə hər biri görürəm ki, 6-ya bölünür. Bunun yerinə 3 vur 6 düşünək. Bunun yerinə 4 vur 6. Bunun da yerinə 7 vur 6. Əkob da götürəndə deyirdi ki, böyük olanı 42-ni vur öz içində olmayan. Məsələn, öz içində ortaq 6-lar var. Silirsən, 4 bunun içində yoxdur. Vur 4, vur 3 yazmaq olar. 42-ni də axırda 12-yə vuraq deyəsən 504 idi bu 4. Uşaqlar o gün qrupda hesaplamışdı sinifdə. 8, 2, 4. Bu da eləyir, 504. Demək, bərabər oldu 504-ə. Deyir ki, bərabər olsun 504. X də bərabərdir 9876-dan 504-ün çıxarıq. 2 bura, 7 bura, 3, 9372. Yəni son cavabımız budur. Bu ədədi çıxmaq lazımdır.